kitablarda 7-ci sinifdə nə var? Biosfera, abiotik faktorlar. Axşamınız xeyir olsun müəllimlər. Axşamınız xeyir, Aydın. Axşamınız xeyir. Axşamınız xeyir can. Necəsiz? Yaxşısınızmı? Sağ olun, çox sağ olun. Siz necəsiniz? Sağ olun. Yaxşı olasınız, çox sağ olun. Müəllimlər, ekran paylaşımı görsənirmi hamıda? Bir dəqiqə baxın, zəhmət olmasa. Bəli. Hə, lap yaxşı. Bir də xahiş edirəm, əgər dünənki kimi olsa, o əvvəlcədən yəni eləyək, bilək, düzdür, siz yazmışdınız, mən gec gördüm biraz. Müəllimlər, bugün başlayırıq, axşamınız xeyir olsun canım. Bugün başlayırıq kök, gövdə və orqanların, yəni kökün, gövdənin və yarpağın şəkil dəyişməsi. İnşallah çalışacağım ki, çatdırım bugün. Ona görə biraz tez başlayaq ki, çatdıra bilək. Demək, başlayaq birinci kökə, müəllimlər. Kök, bitkinin vegetativ orqanlarını biz kök, gövdə və yarpaq olmaqla 3 qrupa böldük və qeyd etdik ki, bitkinin vegetativ orqanlarından biri də kökdür. Bütün orqanlarda olduğu kimi kökün də əsas və əlavə funksiyaları var. Düzdür, burada kökün əsas vəzifələri yazıb, hamısını yazıb. Əslində, indi mən böləcəm, bax, onu iki hissəyə. Kökün əsas və əlavə funksiyaları. Kökün əsas funksiyaları nədir? Kök bitkini torpağa bərkidir, yəni mexaniki və ya dayaq funksiyasını yerinə yetirir. Və sorucu funksiya, yəni kök bitkini torpağa bərkidir, torpaqda olan su və mineral maddələri bitkiyə ötürür. Deməli, bir mexaniki və dayaq funksiyası və sorucu və ötürücü funksiya. Bunlar kökün əsas funksiyalarıdır. Bundan başqa digər orqanlarda olduğu kimi kökün də əlavə funksiyaları vardır. Nələrdir bunlar? Məsəl üçün, deyir ki, kök vegetativ çoxalmanı təmin edir. Bilirik ki, yarpaqdır, kökdür, gövdədir. Bundan əvvəl izah eləyəndə dedim ki, orqanın balaca bir hissəsi ilə çoxalması çilik adlanırdı. Yəni, yarpaq çiliyi dedik, gövdə çiliyi dedik, kök çiliyi dedik. Məsəl üçün, yarpaq çiliyi ilə dedik ki, əncir, begoniya, uzunbar bənövşə, limon. Sonra dedik ki, məsəl üçün, gövdə çiliyi ilə qarağat, qızılgül, ətirşah, üzüm. Kök çiliyi ilə ağcaqayın, deməli, yasəmən və moruq bitkiləri. Ağcaqayın, yasəmən, moruq. Ağcaqayın, yasəmən, moruq bitkiləri dedik ki, kök çilikləri vasitəsilə çoxala bilir. Bundan başqa ehtiyat toplayıcı, ehtiyat qida maddələrinin toplanmasında, yəni şəklini dəyişərək ehtiyat qida toplayıcı rolunu oynayır. Məsəl üçün, meyvə köklər, kök yumruları, meyvə köklər yer köküdür, turpdur, çuğundurdur, şalğamdır, kök yumrularıdır, georgin və ya soğan gülüdür, batat və ya şirin kartofdur, qaymaq otudur. Bax, bunlar ehtiyat qida toplayıcı kimi rol oynayır. Simbiotik funksiya var. Məsəl üçün, biz deyirik ki, tutaq ki, göbələk mitselləri ilə ağac köklərinin simbiyoz həyatı var idi. Bundan başqa, məsəl üçün, deyirdik ki, paxlalı bitkilərin köklərində simbiyoz həyat tərzi keçirdən nedosit adlandırırdıq biz onları. Yumurcuq bakteriyaları var idi ki, bunlar simbiyoz həyat tərzi keçirdirdilər. Tənəffüs funksiyası var. Məsəl üçün, bəzi bitkilərin kökləri tənəffüsdə iştirak edir. Yəni, necə? Məsəl üçün, deyirik ki, onlar belə deyək də, bəli, yəni onlar tənəffüs, məsəl üçün, bəzi yan köklər torpağın üzərinə çıxaraq, məsələn, bataqlıqda bitən bitkilərdə bitkinin tənəffüsünü təmin edir. Və yaxud da səhləbin hava kökləri var idi, onlar nəmli rütubəti özünə çəkirdilər, bəzi ağacların üzərində bitməklə, məsəl üçün, və yaxud da dirək köklər var idi, banyanın dirək kökləri var idi, əlavə köklər torpağa gəlib dəyərək bitkidə dayaq funksiyasını yerinə yetirirdilər. Və yaxud da deyə bilər ki, üzvü maddələrin sintezində kök iştirak edir. İndi baxın, məsəl üçün, üzvü maddələr deyəndə söhbət gedir. Tutaq ki, bəzi hormonlar, bəzi alkaloidlərin, deməli, hormonların və alkaloidlərin əmələ gəlməsində. İndi sual verilsə ki, kök üzvü maddə sintez eləyə bilirmi? Bəli, kökdə üzvü maddələrin sintezi gedir, bəzi hormonların və alkaloidlərin. Bir də bir şey qeyd edim ki, kökü fotosintez eləyən yeganə bitki monster bitkisidir. Monster bu cür yazılır. Kökü fotosintez eləyən yeganə bitki monster bitkisidir. Yəni, kökdə üzvü maddələrin sintezi prosesi də gedə bilir, eyni zamanda kökdə fotosintez prosesi də gedə bilir, deyirik. Bax, bu da olur kökün əlavə funksiyaları. Yəni, kökə aid olan əlavə funksiyaları misal göstərə bilərik. Ümumiyyətlə, qeyd eləyək ki,
Köklər demək, bax burada da yenə dayaq funksiyası, sorucu və ötürücü funksiya onun əsas funksiyasıdır və digərləri əlavə funksiyalardır. Ehtiyat toplayıcı, vegetativ çoxalma, üzüm maddələrinin sintezi və simbiotik misallar çəkilib burada. Kökün növlərinə gələk çataq. Kökün 3 növü var. Əsas kök, əlavə kök və yan köklər. Əsas köklər toxumun rüşeym kökcüyündən inkişaf edən köklərdir. Yəni əsas kökün əmələ gəlməsi üçün mütləq toxum lazımdır. Toxum olmadıqda əsas kök meydana gəlmir. Məsəl üçün vegetativ yolla çoxalan bitkilərdə, yəni bayaq adını çəkdiyimiz kök çiliyi, yarpaq çiliyi, gövdə çiliyi ilə çoxalan bitkilərdə əsas kök olur, siz bilən müəllimlər. Xeyr, əsas bəli. Yalnız əlavə və bəli İlmira müəllimə. Yalnız əlavə və yan köklər olur. Mütləq bitkinin əsas kökün əmələ gəlməsi üçün mütləq nə lazımdır? Toxum. Və toxumda da bir dənə rüşeym kökçüyü olur və əsas kökdə həmin rüşeym kökçüyündən inkişaf edir. Deməli bitkinin neçə dənə, n dənə kökü olmasından asılı olmayaraq onun bircə dənə əsas kökü olur deyirik. Yəni əsas kökün sayı bir dənədir və toxumun rüşeym kökçüyündən inkişaf edir deyirik. İkinci köklər əlavə köklərdir. Əlavə köklər gövdə və yarpaqlardan inkişaf edən köklərdir. Biz qeyd etmişdik ki, gövdə və yarpaqlardan inkişaf edən tomurcuqlar əlavə tomurcuqlardır. Gövdə və yarpaqlardan inkişaf edən köklər də əlavə köklərdir. Yan köklər isə əsas və əsas əlavə və yan köklərdən. Yəni adətən deyirlər ki, kökdən inkişaf edən kök. Yəni yan köklər kökdən inkişaf edən köklərə biz nə deyirik? Yan köklər deyirik. Toxumdan, rüşeym kökçüyündən inkişaf edən əsas kök, gövdə və yarpaqdan inkişaf edən əlavə kök, kökdən inkişaf edən isə nə deyirik? Yan kök deyirik. Və bir şey də qeyd edeyim ki, yan köklər ümumiyyətlə əsas və əlavə kökün ötürücü zonasından inkişaf edir. Biz deyirik əmici tellər kökün sorucu zonasından çıxır. Yan köklər kökün ötürücü zonasından inkişaf edir. Yəni yan kök kökün digər zonalarından çıxa bilmir. Yan köklər hardan, nədən inkişaf edir? Kökdən. Hansı kökdən? Əsas və əlavə kökün hansı hissəsindən? Ötürücü zonasından inkişaf edən köklərə yan köklər deyilir dedik. Əgər biz bu köklərin təkamülünə nəzər yetirsək, təkamülünə baxsaq deyirik ki, təkamül nəticəsində ilk dəfə birinci əmələ gəlibdir əlavə köklər, birinci əmələ gəlib əlavə köklər. Əlavə köklər nədən əmələ gəldi? Əlavə köklər. İlk dəfə olaraq əlavə kök əmələ gəlməli idi ki, onun üzərində yan kökdə inkişaf eləsin. Birinci əlavə kök əmələ gəldi, ikinci yan kök onun üzərində inkişaf elədi. Və əlavə və yan köklər kimlərdə inkişaf elədi dedik? Qıcılarda. Qıcıların hansı nümayəndələrində? Deyirik, qıcıların ilk dəfə biz qıcılara, qıcı kimilər, plaunlar və qatır quyruqlara aid eləyirdik və qıcıların da deməli plaunlar ot və ağac şəkilli plaunlar olmaqla iki qrupa bölünürdü. Yəni ot və ağac şəkilli nümayəndələri əmələ gəlib ilk dəfə Paleozoy erasının Silur dövründə. Paleozoyun Silur dövründə ilk dəfə plaunlar da əmələ gəldi. Yəni demək onda biz deyə bilərik ki, saçaqlı kök sistemi ilk dəfə elə plaunlarda. Çünki əlavə və yan köklər saçaqlı kök sistemini əmələ gətirirdi. Plaunlarda əmələ gəldi deyirik. Deməli, ilk dəfə olaraq əlavə kök əmələ gəldi birinci, sonra yan kök əmələ gəldi, daha sonra isə əmələ gəldi toxum əmələ gələndən sonra əsas kökdə əmələ gəldi ilk dəfə. Deməli, Paleozoy erasının Devon dövründə çılpaq toxumlularda, çünki ilk dəfə olaraq məhz toxum, çılpaq toxumlarda əmələ gəldiyinə görə əsas kökdə Paleozoy erasının Devon dövründə çılpaq toxumlarda əmələ gəldi deyirik. Növbəti gəlirik nəyə? Məsəl üçün, gəlin baxaq, biz deyirik ki, ümumiyyətlə örtül toxumlu bitkilər şöbəsi var, çılpaq toxumlar şöbəsi var, yosunlar, mamırlar, qıcılar. Biz bilirik ki, bitkilərin 5 şöbəsi var və aydın məsələdir ki, ümumiyyətlə yosunlarda kök yoxdur. Mamırlarda kök yoxdur, onlarda rizoid var idi yaşıl quş mamırında, sfaqnumda heç rizoid ehtiyacı da yox idi. Sonra gəldik qıcılara, ilk dəfə əlavə və yan kök, saçaqlı kök sistemi Paleozoy erasının Silur dövründə qıcı kimilərin plaunların şöbəsində meydana gəldi. Plaunlar adlı nümayəndələrində Paleozoy erasının Silur dövründə əmələ gəldi dedik. Sonra keçdik, çılpaq toxumlarda əmələ gəldi Paleozoyun Devon dövründə əsas kök, örtül toxumlarda da
Örtülü toxumlar şöbəsini biz bölürük iki qrupa. Bir ləpəllər sinifi, iki ləpəllər sinifi. İndi gəlin baxaq. Örtülü toxumlar şöbəsinin bir ləpəli və iki ləpəllər sinifinə gəlin baxaq onların köklərinin necə yaranıb. Bir ləpəllər sinifinin nümayəndələrində kökün əmələ gəlmə ardıcıllığını sayın desə, bir ləpəllər sinifində birinci deyirik əsas kök. Söhbət belə deyək də toxumu olan bitkilərdən gedir. Yəni toxumla çoxalan bitkilərdən. Əvvəlcə əsas kök, sonra əlavə kök, sonra yan kök. Bir ləpəli bir bitkidə, məsəl üçün buğda bitkisinin toxumundan kök inkişaf edən zaman birinci rüşeym kökçüyündəki toxumdakı rüşeym kökçüyünün inkişafı nəticəsində əsas kök əmələ gəlir. Sonra gövdədən kollanma düyün adlandırdığımız hissədən əlavə köklər çıxandan sonra əsas və əlavə köklərdən yanlara doğru köklər inkişaf edir. İki ləpəllər sinifinin nümayəndələrində isə toxumdan əvvəlcə əmələ gələcək əsas kök, sonra əsas kökün üzərində əmələ gələcək yan kök və ondan da inkişaf edəcək əlavə kök, əsas kök, yan kök, əlavə kök. Lakin iki ləpəli bitkilərdə ardıcıllıq bu cür gedəcək. Birinci toxumdan əsas kök, sonra əsas kökdən yanlara doğru yan köklər inkişaf edərək bitkini torpağa daha da bərkidəcək. Ondan sonra gövdədən əlavə köklər meydana gəlməyə başlayacaq. Bax, bu da oldu örtülü toxumlu bitkilərdə kökün əmələ gəlmə sxemi. Ümumi təkamülünə nəzər salsaq isə birinci əlavə kök, sonra yan kök, sonra isə əsas kök meydana gəlib deyəcəyik. Deməli, bunlar oldu kökün həm təkamülü barəsində, həm də ümumi örtülü toxumlu şöbəsində meydana gələnlər barəsində. Bir də bir şey qeyd edək ki, baxın, məsəl üçün tutaq ki, belə bir şey deyim də, burada məsəl üçün bəzi testlər düşür çaşdırıcı. Bax, bura diqqətlə baxaq. Bildiyimiz kimi bu şəkildə bu hissə, yaşıl hissə gövdədir. Bax, bu yaşıl hissə, bu hissədən söhbət gedir. Bura gövdəyə aiddir, bu gövdədir, düzdürmü? Gövdədən çıxan köklərə biz deyirik əlavə köklər. Bu isə, bax, bu hissə əsas kökdür. Əsas və əlavə köklərdən yanlara doğru inkişaf edən köklər də yan köklərdir. İndi belə bir sual olunsa ki, gövdədən inkişaf edən kök hansı kökdür deyilsə, baxın, bir var deyirəm, gövdədən inkişaf edən kök. Bir də var deyirəm, bilavasitə gövdəyə birləşən kök. Baxın, iki cür. Bir var deyirəm ki, gövdədən inkişaf edən. Gövdədən inkişaf edən, bəli, sal, doğrudur müəllimə. Aydın məsələdir ki, əsas kök toxumun rüşeym kökçündən inkişaf eləyir, yan kökdə əsas və əlavə kökdən inkişaf eləyir. Deməli, nə olacaq? Əlavə. İkinci, indi sualı belə qoyuram ki, gövdəyə bilavasitə birləşən köklər hansılardır? Xeyr, müəllimə, axı yan köklər... Yox, müəllimə, yan köklər əsas, bir də əlavə. Əsas, bir də əlavə, müəllimlər. Əlavə və əsas köklər deyirik ki, bilavasitə gövdəyə birləşən, indi bura fikir verin, baxın, bu bizim gövdəmizdir dedim, düzdürmü? Baxın, əlavə kök hara birləşib bilavasitə gövdəyə. Yaxşı, bəs bu da bizim əsas kökümüzdür. Əsas kök nəyə birləşib? Buradan fikir verin, bax, mən şəkili qoy səliqəsiz silim, baxın. Baxın, əsas kökə baxın, gövdəyə birləşib, fikir verin. Düzdürmü? Amma yan kök gövdəyə birləşib, xeyr. Gövdə burada qalıb, amma yan köklər bu hissə. Yan köklər budur, baxın, əlavə və əsas kökdən inkişaf edən köklərdir. Deməli, indi burada biz iki cür götürəcəyik. Bir deyirik ki, bir dəqiqə üzrlü sayım. Bir deyirik ki, müəllimlər, gövdədən inkişaf edən kök bir dənədir, əlavə kök. Gövdəyə bilavasitə birləşən kök əsas və əlavə kök. Tutaq ki, belə bir məsələ deyək. Deyim ki, toxumla çoxalan bir dənə bitkidir. Niyə görə toxumla dedim? Çünki bütün üç növün üçünə də orada rast gəlinir. Bir yerə qeyd eləyək zəhmət olmasa. Toxumla çoxalan bir bitkidə gövdəyə bilavasitə birləşən köklərin sayı, deməli, gövdəyə bilavasitə birləşən köklərin sayı 40 ədəddir.
40 ədəddir. Əgər deyir, yan köklərin sayı əlavə köklərin sayından 2 dəfə çox olarsa, bu bitkidə cəmi neçə kök var? İndi baxın müəllimlər. Deyir, toxumla çoxalan. Əgər toxumla çoxalan bitki deyirsə, burada 3 kök növünün, bəli, 3-ü də var. Əsas kökdə var, əlavə kökdə var. Nəyə görə? Hə, toxumla çoxalan deyirsə, deməli əsas kök var. İndi baxın, deyir, gövdəyə birləşən bilavasitə. Deyir ki, toxumla çoxalan bitkidə bilavasitə gövdəyə birləşən köklərin sayı 40-dır. Müəllimlər, bilavasitə gövdəyə birləşən kök biri oldu əsas kök, biri də oldu əlavə kök. Yan kök gövdəyə birləşmir müəllimə. Gövdəyə bilavasitə birləşən əsas əlavə. Əsas və əlavə köklərin sayı nəyə bərabərdir? 40-a. Düzdürmü? İndi baxın, bir dənə kökdə, ümumiyyətlə belə deyək də, bir bitkidə cəmi neçə dənə əsas kökü olur? Bir dənə. Üstə gəl. Deməli, bunun 40-dan biri əsasdırsa, 39-u da əlavə kökdür da onda. Düzdür? Yaxşı, onda yan köklərin sayı nəyə bərabər olar siz bilən? Deyir ki, yan köklərin sayı əlavə köklərin sayından 2 dəfə çoxdur. Düzdür? Ağac, onda olacaq yan kök 78. Bəli, onda toplayırıq. 39 dənə əlavə kök, 78 dənə yan kök, bir dənə də əsas kök. Aydındır müəllimlər? Onda müəllimə, əsas kökün yan kökləri olmur. Belə əsas kökün əlavə kökləri olmur. Xeyr, müəllimə. Əlavə yox, yan kökləri. Olur müəllimə, olur. Bütün yan köklərin sayı deyir, əlavə köklərin sayından 2 dəfə çoxdur. Əlavə kökdə neçə? Bəli, əlavə köklərin sayından 2 dəfə çoxdur. İndi burada burada nəyə diqqət yetiririk? Bilavasitə gövdəyə birləşən köklər deyəndə əsasdan, buradan şəkildən də görürük, bax bu bizim gövdəmizdir. Bilavasitə gövdəyə həm əlavə kök birləşib, həm də əsas kök birləşib. Baxın, yan köklər kökə birləşib. Amma gövdədən inkişaf eləyən kök deyəndə deyəcəyik yalnız əlavə kök. Aydındır mı müəllimlər? Aha. Keçək kök sistemlərinə. Bitkinin bütün köklərinin cəmi onun kök sistemini əmələ gətirir və 2 cür kök sistemi var. Mil kök sistemi, saçaqlı kök sistemi. İlk dəfə olaraq təkamül nəticəsində birinci yaranan kök sistemi saçaqlı kök sistemidir. Saçaqlı kök sistemi fərq eləmir. Əgər bitki toxumla çoxalıbsa, onda əsas kökü olur. Lakin əsas kök əlavə və yan köklərin arasından nəzərə çarpmır. Mil kök sistemində isə əsas kök daha yaxşı nəzərə çarpır deyirik. İlk dəfə olaraq təkamül nəticəsində birinci saçaqlı kök sistemi yaranıb. Bayaq da qeyd elədim, Paleozoy erasının Silur dövründə plaonlarda yaranıb ilk dəfə olaraq. Belə deyək də, ümumiyyətlə qeyd eləyək ki, saçaqlı kök sistemində əgər bitki toxumla çoxalıbsa, onun əsas kökü olur, amma yaxşı inkişaf eləmir, belə deyək. Yox, əgər toxumla çoxalmayıbsa, onda onun əsas kökü olmur. Mil kök sistemi isə deməli deyirik ki, mil kök sistemində əsas kök daha yaxşı nəzərə çarpır və ilk dəfə olaraq əmələ gəlib harda? Paleozoy erasının Devon dövründə çılpaq toxumlularda. Çünki mil kökün əmələ gəlməsi üçün birinci toxum olmalı idi ki, əmələ gəlsin deyirik. Ümumiyyətlə belə deyək. Əgər sizə sual versələr ki, mil kök sisteminə neçə şöbənin nümayəndəsində rast gəlinir? Baxın, biz bilirik ki, yosunların kökü yoxdur, mamırların yoxdur, qıcılarda saçaqlı kök sistemidir. Deməli, saçaqlı, qıcı da saçaqlı kök sistemi. Çılpaq toxumlularda mil kök sistemi, örtülü toxumlularda mil kök sistemi. Saçaqlı bir də örtülü toxumlularda. İndi baxaq. Deməli, mil kök sisteminə 2 şöbənin nümayəndəsində rast gəlinir. 1. Çılpaq toxumlularda, 2. Örtülü toxumlularda. Örtülü toxumlularında 2 sinifi var. 1 ləpəli, 2 ləpəli. 2 ləpəlilər sinifində rast gəlinir mil kök sisteminə. 1 ləpəlilərdə rast gəlinmir. İstisna hal olaraq deyirik ki, 2 ləpəli olan bağayarpağı 2 ləpəli olmasına baxmayaraq kök sistemi saçaqlıdır.
Qalan bütün ikiləpəllərin kök sistemi mildir. Deməli, mil kök sistemlər bitkilər örtülü toxumlar, belə deyək, ümumiyyətlə bitkilər aləminin iki şöbəsində rast gəlinir. Çılpaq toxumlu, örtülü toxumlardan ikiləpəllər, bağa yarpağı xaric. Saçaqlı kök sisteminə isə yenə iki şöbədə rast gəlinir. Qıcı, örtülü toxumlu. Bu dəfə deyirik ki, örtülü toxumluların birləpəllər sinifinin nümayəndəsində rast gəlinir. Bir də istisna yenə də ikiləpəllərdən olan bağa yarpağının da kök sistemi nədir deyirik? Saçaqlı kök sistemi də deyirik. Ümumiyyətlə, saçaqlı kök sistemində iki növ kök olur. Saçaqlı kök sistemində iki növ kökə rast gəlinir. Əlavə, yan. Deyəcəksiniz ki, bəs əsas kök tam nəzərə çarpmır, belə deyək. Lakin, belə deyək, örtülü toxumlar şöbəsinin, yox, bir dəqiqə, üzr istəyirəm, saçaqlı kök sistemində, yox, əsas da olur, əlavə də olur, yan da olur, yox, üzr istəyirəm müəllimlər. Mil kök sistemində də fikrim dağıldı bir anlıq, əsas da olur, əlavə də olur, yan da olur. Mən əsas nəyə demək istəyirdim? Qıcılar şöbəsi, məsəl üçün biz dedik ki, saçaqlı kök sistemi iki şöbədə var. Həm qıcılarda, həm örtülü toxumlarda, düzdürmü? Qıcı kimilər şöbəsinin saçaqlı kök sistemində, əslində bunu demək istəyirdim, iki növ kökə rast gəlinir. Əlavə, yan. Örtülü toxumlar şöbəsinin isə saçaqlı kök sistemində üç növ kökə rast gəlinir. Əsas, əlavə, yan. Lakin çılpaq toxumlarda və örtülü toxumlarda mil kök sistemində hər üç kökə rast gəlinir. Əsas, əlavə, yan. Bircə dönə qıcıda deyəcəyik ki, qıcılarda əsas kök yoxdur. Ona görə də qıcının saçaqlı kök sistemində iki növ kökə rast gəlinir. Əlavə kök, yan kök. Deməli, bunları dedik müəllimlər və bir də bir şey qeyd eləyək ki, bir dəqiqə qəbul eləyək müəlliməni. İndi baxın müəllimə, bəli. Saçaqlı kök sistemində qarğa gözü də istisnadıdır. Yox müəllimə, yox. Qarğa gözün kök sistemi saçaqlı kök sistemidir. O köhnə kitablarda idi, sonradan onu çıxartdılar. Qarğa gözü bircə dənə damarlanmada deyirik ki, tor şəkillidir. Kök sistemi eynidir müəllimə, saçaqlı kök sistemidir. Birləpəllər sinifinin nümayəndəsidir qarğa gözü bitkisi. Köhnə kitablarda var idi. Bəli, köhnə kitabda var idi, artıq kök sistemini demirik. Bircə dənə damarlanmanı deyəcək müəllimə. Bir dənə kök sistemində istisna hal kimi bağa yarpağını deyirik və salam. İki ləpəli bitki olmasına baxmayaraq kök sistemi saçaqlı kök sistemidir deyirik. İndi müəllimlər, sizə sual verilsə ki, bir kök sisteminə malik olan belə deyək, şöbələr hansılardır? Yalnız bir kök sisteminə malik olan şöbələr. Bilirik ki, yosunun, mamırın kök sistemi yoxdur. Qıcı yalnız saçaqlı kök sisteminə malikdir və saçaqlı kök sisteminin əmələ gəlməsində iki növ kök iştirak eləyir, əlavə, yan. Bir də çılpaq toxumlu, yalnız mir kök sisteminə malikdir və mir kök sisteminin əmələ gəlməsində hər üç növ kök iştirak eləyir, həm əsas, həm əlavə, yan. Lakin desələr ki, bəs iki kök sisteminə, yəni iki növ kök sisteminə malik olan şöbə hansıdır? Örtülü toxumlardır. Örtülü toxumların, belə deyək ki, ikiləpəllər sinifində bağa yarpağı xaric mil kök sistemidir. Bir ləpəllər sinifində isə saçaqlı kök sistemidir. Deməli, bir kök sisteminə malik olan şöbələr hansılar oldu? Qıcılar, çılpaq toxumlular. Qıcılar saçaqlı, çılpaq toxumlular mil. Qıcılarda saçaqlı kök sistemində iki növ kök, çılpaq toxumlarda mil kök sistemində üç növ kök iştirak elədi. İki növ kök sisteminə malik olan şöbə örtülü toxumlular. İki ləpəllərdə mil kök, bağa yarpağı xaric, bir ləpəllərdə və bağa yarpağında saçaqlı kök. Örtülü toxumlarda həm iki ləpəli, həm bir ləpəli bitkilərdə kök sisteminin əmələ gəlməsində hər üç növ kök iştirak eləyir. Həm əsas kök, həm əlavə kök, həm də yan kök iştirak eləyir deyirik. Keçək növbəti kök sistemləri dedik. Müəllimlər, burada da hamısı yazılıb. Bax, burada şəkillərdə də göstərilir. Keçirik nəyə? Kökün zonalarına keçirik. Kökün zonaları. Deməli, biz deyirik ki, kök neçə hissədən ibarətdir deyəndə, bizə deyilsə ki, kök neçə hissədən ibarətdir, deyəcək 5 hissədən. Kök üsküyü, bölünmə zonası, böyümə zonası, sorucu zona, türkü zona. Bəs kök neçə zonadan ibarətdir, onda kök üsküyünü çıxacaq.
Kök üsküyü zona deyil, kökün hissəsidir, lakin zona deyil deyirik. Gəlin birinci başlayaq. Kök üsküyünün, onsuz da siz oxuduqca görəcəksiniz slaytların hamısında yazılıbdır ətraflı. Birinci baxaq kök üsküyü haqqında məlumat verək sizə. Deməli, kök üsküyü, müəllimlər, kökün ucunu üskü şəklində örtür. Ona kök şapkası da deyirlər. Kökün ucunu üskü şəklində örtür, kökün ucunda yerləşir. Onu mexaniki təsirlərdən, zədələnmələrdən qoruyur. Özü də bir-birinin yanında sıx-sıx yerləşmiş, canlı, cavan hüceyrələrdən təşkil olunmuşdur deyirik. Ümumiyyətlə, birdən olur ki, testlərdə düşür suallar ki, bu kök üsküyündə əsas üstünlük təşkil edən, ümumiyyətlə kök üsküyünün özü hansı toxumalardan təşkil olunub deyəndə, müəllimlər, 3 cür toxumadan təşkil olunub kök üsküyü. 1. Örtük toxuması. 2. Köhnə Araz kitabında var idi əsas toxuma. Sonra deyildi ki, səhvdir, amma əslində səhv deyil o. 3-cü törədici toxuma. Törədici. Deməli, kök üsküyündə üstünlük təşkil edən neçə dənə toxuma var deyəndə nə deyəcək? 3 dənə. Örtük toxuması. Onsuz da zaten biz bilirik ki, kök üsküyü kökün ucunu örtür. Örtük toxumasından təşkil olunub. İkinci əsas toxuma. Niyə əsas toxuma? Çünki biz deyəcəyik ki, kökün ucunda nişasta dənələri toplanır. Ehtiyat halında nişasta. Biz də bilirik ki, əsas toxuma fotosintez edici və ehtiyat toplayıcı olmaqla 2 qrupa bölünür. Məhz kökün bu kök üsküyü olan zonasında ehtiyat toplayıcı əsas toxumaya rast gəlinir. 3-cü törədici toxuma. Biz yadımızdansa demişdik ki, kök üsküyünün dağılmış, zədələnmiş, yəni kök torpağın altında müxtəlif daşa, qayaya rast gəlir, dağılır, tökülür və onun dağılmış hissələri törədici toxuma sayəsində bərpa olunur. Deməli, onda kök üsküyündə törədici toxumaya da rast gəlinir. Hər 3 toxuma, örtük toxuması, törədici toxuma və ehtiyat toplayıcı əsas toxumaya rast gəlirik, qeyd etdik. Növbəti, bütün köklərin ucunda kök üsküyü var. Əgər bitkinin 100 dənə kökü varsa, bu kökdə 1 dənə əsas kök var, 100 dənə kök üsküyü var, əlavə və yan köklərin sayı da indi verəcək. Ya deyəcək ki, məsəl üçün 20 dənə yan kök var və yaxud da ondan da çıxıb əlavə kök tapacaqsınız. Yəni, lakin neçə dənə kök olur olsun, orada bir dənə əsas kök və bütün köklərdə də hamısında kök üsküyü var deyirik. Hamısının ucunda kök üsküyü var. Nəhayət bölünmə zonası. Bölünmə zonası kök üsküyündən sonra gələn ikinci zonadır. Adından göründüyü kimi daim durmadan bitkinin bütün ömrü boyu bölünür, çoxalır və törədici toxum olduğuna görə biz törədici toxumanın funksiyasına demişdik ki, bitkinin bütün hissələrinin bərpasında iştirak eləyir. Canlı, cavan hüceyrələrdən təşkil olunub deyirik və daima mitoz bölünmələr gedir. Bəs yaxşı, dedik kök üsküyündə 3 cür toxuma var. Örtük, törədici əsas. Bəs bölünmə zonası hansı toxumalardan təşkil olunub deyəndə deyirsiniz örtük və törədici. Niyə örtük müəllimlər? Çünki kök uzunluğa boyu tamamən xaricdən onsuz da örtük toxuması ilə örtülüb də. Ona görə deyirik ki, örtüyə də rast gəlinir və özü də törədici toxumadan təşkil olunub dedik. İri nüvəli, bol sitoplazmalı, nüvəsi iri olur, mərkəzdə yerləşir, nazik qılaflı olur. Çünki törədici toxuma necə? Biz demişdik ki, törədici toxumanın növlərindən biri də uc meristemidir və bu da bölünmə zonasını misal göstərmək olar. Üçüncü gəlir böyümə zonası, yəni hissi olaraq üçüncü hissə, amma zona olaraq ikinci zona. Böyümə zonası, bölünmə zonasından əmələ gələn hüceyrələrin üst-üstə yığılaraq uzanması böyümə sayəsində meydana gəlir və bunun nəticəsində kök uzunluğa böyür. Yəni kökün uzanmasını təmin eləyir deyirik. Böyümə zonasının özündə də 2 cür toxuma var. Örtük və törədici toxuma. Və biz deyirik ki, bizim 6-cı sinifin botanika kursunun biologiya kitabında da yazılıbdır ki, böyümə zonasında tam formalaşmamış borular olur. Tam formalaşmamış borular böyümə zonasında olur və sorucu zonada artıq bu tam formalaşmış, həmin tam formalaşmamış borular artıq formalaşır və tam formalaşmış borulara rast gəlinir. İkinci zona sorucu zonadır. Sorucu zonada 3 cür toxumaya rast gəlinir. Örtük, ötürücü, əsas. Baxın, burada artıq
əsas da deyəcəyik. Niyə? Müəllimlər, çünki sorucu zona, ötürücü zona bir qədər belə deyək, gövdəyə yaxın olan hissədir. Kökün gövdəyə yaxın olan hissəsidir və burada ona görə də əsas toxumaya rast gəlmək mümkündür. Yəni bəzi köklərdə, bilmirəm fikir vermisinizmi, gövdəyə yaxın olan hissədə kökün qabıq hissəsini soyduqda yaşılımtıl rəng meydana çıxır həmin nahiyədə və yaxud da, yəni ona görə də biz deyirik ki, sorucu zonada həm örtük, həm ötürücü, həm də əsas toxumaya rast gəlmək mümkündür. Və dedik ki, sorucu zonada tam formalaşmış borular olur. Sorucu zonada eyni zamanda kökün dəricik hüceyrələrinin çıxıntıları olan əmici tellərə rast gəlinir. Ümumiyyətlə, əmici tellər 10-20 gün yaşayırlar, adi gözlə görünürlər. Əmici tellərin sayı çox olduqca bitki torpaqdan daha çox su udur, daha çox bitki deməli su ilə təmin olunur və bitkidə də fotosintez prosesi daha sürətli gedir deyirik. Gün yaşama müddətləri 10-20 gündür, adi gözdən görünürlər, torpaqdakı su və mineral maddələri soğurub bitki ötürürlər. Və qeyd edirik ki, əmici tellər kökün üzərini örtən dəricik hüceyrələrinin, kökün dəricik hüceyrələrinin uzun çıxıntılarıdır. Şəklə diqqətlə baxaq. Deməli, onda biz deyəcəyik ki, ümumiyyətlə, əmici tellər də digər hüceyrələr kimi, bitkinin digər hüceyrələri kimi canlı hüceyrələrdən, yəni dəriciyin çıxıntıları kimi, onların da qılafı var, sitoplazması var, nüvəsi var, vakualı var. Yəni, bir canlı hüceyrədir deyirik. Və ömrü də nə qədərdir dedik? 10-20 günə qədər yaşamaq qabiliyyətinə malikdirlər dedik. Və qeyd eləyək ki, ümumiyyətlə, belə deyək də, əmici tellər kökün dedik dərici hüceyrələrinin çıxıntısıdır və bu şəkildə də, şəkilə baxın, orada belə deyək də, sorucu zonanın qısa bir en kəsiyi verilib. Məsəl üçün, siz görürsünüz, burada əmici tel yazılıb. Deməli, onda biz deyəcək ki, əmici tellər, baxın, deməli, əmici tellər, sonra gəlir kökün dəricik hüceyrələri, çünki biz deyirik ki, əmici tel dəricik hüceyrələrinin uzun çıxıntısıdır. Deməli, əmici tel suyu soğurur, verir dəricik hüceyrələrinə, dəricik hüceyrələrindən keçir qabıq hüceyrələrinə, baxın, burada fikir verin, bu hissə, bax, bu yaşıl, bax, yazıb qabıq, bu dəricik hüceyrələridir, bu növbəti verilən qabıq hüceyrəsidir. Görürsünüz, qabıq hüceyrələri, müəllimlər, mən dedim ki, sorucu zona 3 cür toxumadan təşkil olunub. Örtük, ötürücü, əsas. Biz bilirik ki, əsas toxuma da fotosintez edici və ehtiyat toplayıcıdır, düzdürmü? Baxın, kökün qabıq hüceyrələri. Deməli, dəricik hüceyrələrindən sonra qabıq hüceyrələri gəlir və həmin o hüceyrələr əsas toxumadan təşkil olunan, bax, o hüceyrələrdir. Sonra isə gəlir mərkəzi silindir. Bax, mərkəzi silindir budur. Elə bir siz təsəvvür eləyin, qələmin, ruçkanın zapaz olur içərisində. Bax, elə bilin kök ruçkadır, onun içində zapaz da mərkəzi silindirdir. Və o mərkəzi silindirdə rast gəlinir həm deməli, ötürücü zonaya, həm də mexaniki, həm ötürücü toxumaya, üzr istəyirəm, ötürücü toxumaya, həm də mexaniki toxumaya, həm liflərə, həm də borulara. Və mən də demişdim ki, gövdədə və kökdə borular, fleema boruları xaricdə, baxın, fleemaya, borulara baxın, adi su boruları mavi rəngdə verilən. Onlar daxildə, əliyə bənzər xaricdə yerləşir. Yəni, adi su borularında su hərəkətlədiyinə görə donmanın qarşısı alınsın deyəni o fleema borularının mərkəzində, yəni ortada onlar yerləşir, onların ətrafında da fleema boruları yerləşir demişdik. Deməli, əmici tellər, kökün dəricik hüceyrələri, kökün qabıq hüceyrələri, sonra keçir mərkəzi silindir. Mərkəzi silindirdə də kök borucuqlarla gövdəyə, gövdə borucuqlarla isə yarpaqlara su çatdırılır dedik. Növbəti gəlirik, müəllimlər, növbəti gəlirik biz ötürücü zonaya. Ötürücü zona, yenə sorucu zonada olduğu kimi 3 cür toxumadan təşkil olunub. Örtük, ötürücü, əsas. Yəni, burada da 3 cür toxuma var. Deməli, kök küsküyündə 3 cür toxuma, örtük, törədici, əsas. Bölünmə və böyümə zonasında 2 cür toxuma, örtük, törədici. Sorucu və ötürücü zonada 3 cür toxuma, örtük, əsas, ötürücü. Ötürücü zonada kökün ən uzun zonasıdır. Ötürücü zona kökün ən uzun zonasıdır və mən bayaq köklərin əsas, əlavə və yan kökləri izah edəndə qeyd etdim ki, yan köklər, məsələn, sual verilsə ki, hansı köklər zonadan inkişaf edir, ötürücü zonadan inkişaf edir, yan köklər əsas və əlavə köklərin ötürücü zonasından inkişaf edir deyirik.
İndi baxın, məsəl üçün, bura sonra baxarıq. Birinci gəlin nəyə deyim sizə? Burada bir şey də qeyd eləyək. Deməli, bax biz deyirik ki, ümumiyyətlə, məsəl üçün qeyd etdim ki, yan köklər hardan inkişaf eləyir dedik. Dedik, yan köklər ötürücü zonadan inkişaf eləyir. Yəni, yan kök bitkinin əsas və əlavə köklərindən əmələ gəldiyinə görə biz deyirik ki, yan köklər əsas və əlavə kökün ötürücü zonasına birləşir. Belə deyək, bayaq da qeyd etmişdim bunu. Lakin, belə deyək, əsas və əlavə kökün ötürücü zonası isə gövdəyə birləşir. Məsəl üçün, gəlin mən burada göstərim ki, daha rahat gəlsin bizə. Bax, bu şəkildə, bayaq burada, bax, bu şəkilə diqqətlə baxın. Məsəl üçün, mən deyirəm ki, bax, bu əsas kökdür, düzdürmü? Əsas kökün uç hissəsi, kök üsküyü, bölünmə zonası, böyümə zonası, sorucu zona, bax, bu hissə hansı zonadır? Ötürücü zonadır, düzdürmü? Ötürücü. İndi siz baxın, əsas kök gövdəyə hansı zonası ilə birləşib? Ötürücü zonası ilə birləşib, bəli. Yaxşı, gəlin baxaq görək yan kök bəs hansı zonası ilə birləşib. Bu da, üzr istəyirəm, əlavə kök. Bu da bizim əlavə kökümüz. Baxın, əlavə. Əlavə kökündə kök üsküyü var, bölünmə, böyümə. Əxırıncı zonası nədir? Ötürücü zona. Deməli, onda belə çıxır ki, həm əsas köklər, həm əlavə köklər gövdəyə birləşən köklərdir. Bilavasitə gövdəyə birləşən köklərdir. Həm əsas kök, həm əlavə kök gövdəyə ötürücü zonası vasitəsilə birləşir. İndi gəlin bir dənə yan kökə baxaq. Bəs yan köklər yan köklər əsas və əlavə köklərin ötürücü zonasına birləşən köklərdir. Çünki biz qeyd etdik ki, yan köklər kökün ötürücü zonasından çıxan köklərdir. Aydındır müəllimlər bu hissə? Yaxşı, indi bəli. İndi nəyə baxaq? Gəlin baxaq görək, bu zonaların hansı hər iki tərəfdən deyirik ki, zona ilə əhatə olunanlar, bir tərəfdən zona ilə əhatə olunanlar, onlara baxaq. Məsəl üçün, birinci baxaq gəlin əsas və əlavə köklərə. Əsas və əlavə köklərdə. Baxın, bir yerə qeyd edin zəhmət olmasa bunu. Çünki bax, bunlarla bağlı məsələlər də verilir adətən. Əsas və əlavə kökləri nəzərə alsaq. Əsas və əlavə köklərdə hər iki tərəfdən kök zonası ilə əhatə olunmuş zonalar hansılardır? Baxın, həm əsas kökdə, həm əlavə kökdə hər iki tərəfdən kök zonası ilə əhatə olunmuş zonalar hansılardır deyəndə deyirik ki, kök üsküyü zona deyil. Bunu qoyduq qırağa. Böyümə zonası, üzr istəyirəm, bölünmə zonası bir tərəfdən kök üsküyünə birləşib. Baxın, gəl burada baxaq ki, rahat gəlsin sizə. Zonalar olan yeri qoy mən tapın. Bax, bura baxın müəllimlər. Deyirik ki, bölünmə zonası, baxın, bu bölünmə zonasıdırmı? Baxın, bölünmə zonası bir tərəfdən kök üsküyünə birləşib, bir tərəfdən böyümə zonasına. Deməli, bölünmə zonası bir tərəfdən kök zonası ilə əhatə olunub. Amma böyümə zonası aşağıdan bölünmə zonası ilə əhatə olunub, yuxarıdan sorucu zona ilə əhatə olunub. Deməli, əsas və əlavə köklərdə hər iki tərəfdən kök zonası ilə əhatə olunmuş zonalar hansılardır deyəndə deyirik, 1. Böyümə zonası, 2. Sorucu zona. Aşağıdan böyümə zonasına, yuxarıdan ötürücü zona ilə əhatə olunub. Bu ikisi. Bəs sual verilsə ki, əsas və əlavə köklərdə bir tərəfdən zona ilə əhatə olunmuş zonalar hansılardır? Deyirik, bölünmə zonası. Çünki yalnız bir tərəfdən böyümə zonası ilə əhatə olunub. Bir də yuxarıdakı ötürücü zona. Çünki ötürücü zona yalnız sorucu zona ilə birləşib, yəni əhatə olunub deyirik. 2 zona ilə əhatə olunmuyub. Deməli, 2 zona ilə əhatə olunan böyümə və sorucu, 1 zona ilə əhatə olunan bölünmə və ötürücü. Bu əsas və yan köklərdə. İndi gəlin əlavə köklərə baxaq. Üzr istəyirəm, yan köklərə baxaq. Yaxşı, bəs yan köklərdə hər iki tərəfdən kök zonası ilə əhatə olunan və bir tərəfdən kök zonası ilə əhatə olunan zonalar hansılardır? Yazırıq, qeyd edirsiniz, indi yan köklərdə. Yan köklərdə iki tərəfdən
iki tərəfdən zona ilə əhatə olunanlar. Bir, böyümə zonası, əsas və əlavədə olduğu kimi. 2, yenə sorucu zona. 3, ötürücü zona. İndi niyə ötürücü zona? Mən bayaq qeyd etdim ki, yan köklər, məsəl üçün, tutaq ki, bu, məsəl üçün, götürək yan kökdür, düzdürmü? Bu hissədən çıxdı, yan kök, ötürücü zonadan çıxır axı. Deyirəm ki, yan kökün hansı hissəsi, baxın, ötürücü zonası, əsas kökün ötürücü zonasına birləşib da, düzdürmü, müəllimlər? Yan kökün ötürücü zonası əsas kökün ötürücü zonasına birləşib. Onda belə çıxır ki, yan kökün ötürücü zonası da aşağıdan sorucu zona ilə əhatə olunub, yuxarıdan ötürücü zona ilə əhatə olunub. Düzdürmü? Gördünüz, iki zona ilə əhatə olundu. Ona görə də deyirik ki, yan köklərdə hər iki tərəfdən zona ilə əhatə olunanlar böyümə, sorucu, bu onsuz da əsas və əlavədə də var idi, ötürücü zonanı da götürəcəksiniz. Çünki yan kökün ötürücü zonası əsas və əlavə köklərin ötürücü zonası ilə əhatə olunub. Yuxarıdan əsas və əlavə kökün ötürücü zonası, yəni birləşdiyi əsas və əlavə kökün. Aşağı hissədən isə özünün sorucu zonası. Lakin desələr ki, bəs yaxşı, yan köklərdə yalnız bir tərəfdən zona ilə əhatə olunan zona hansıdır? Onda bircə dənə qalacaq, bölünmə zonası. Çünki bölünmə zonası aşağıdan kök üsküyünə, yuxarıdan isə böyümə zonası ilə əhatə olunmuşdur deyirik. Keçirik müəllimlər nəyə? Kökün torpaqdan su sorulması. Bayaq qeyd etdiyi əslində bir də toxunaq ona ki, ümumiyyətlə bayaq da dedim ki, torpaqdan su sorulmaqla bağlı birinci əmici tellər. Əmici tellər suyu sorurlar, buradan fikir verin. Ötürürlər kökün dəricik hüceyrələrinə. Çünki əmici tellər kökün dəricik hüceyrələrinin uzun çıxıntısıdır. Kökün dəricik hüceyrələrindən ötürürlər kökün qabıq hüceyrələrinə. Bu yaşıl rəngdə verilən qabıq hüceyrələrinə. Qabıq hüceyrələrindən gəlir mərkəzi silindirə, yəni kök borularına. Kök boruları mərkəzi silindirdə yerləşirlər və onlar nə ilə əhatə olunub dedik? Yarpaqda və kökdə olan borular mexaniki liflərlə, mexaniki toxuma ilə əhatə olunub dedik. Gəlir kök borularına. Kök borularında mərkəzdə yerləşir adi su boruları. Onun kənarında isə yerləşir nələr? Ələyə bənzər borular. Kök borularından gövdənin borularına, gövdə borularından yarpaq borularına, yarpaq borularından yarpaq hüceyrələrinə keçərək bir hissəsi buxarlanır, digər hissəsi isə fotosintez prosesində iştirak edir, deyirik. Bitkilərin yaxşı qidalanıb inkişaf etməsi üçün onlara gübrələr verilir və bu biz gübrələri üzvü və mineral gübrələr olmaqla iki qrupa bölürük. Mineral gübrələr azot, kalium, fosfor gübrələridir. Üzvü gübrələr isə peyindir, torfdur, qırsılıdır, bitki və heyvan qalıqları, yəni deməli üzvü gübrələrə misaldır. Ümumiyyətlə qeyd edək ki, üzvü gübrələri verirlər bitkiyə payız fəslində, mineral gübrələri isə verirlər yazda. Nəyə görə? Çünki mineral gübrələr artıq minerallaşıbdır. Biz bilirik ki, bitki gübrəni minerallar şəklində qəbul edir. Mineral gübrələr artıq minerallaşıb. Onların minerallaşmasına ehtiyac yoxdur. Ona görə yazda verdikdə bitki onu mənimsəyir. Lakin üzvü gübrələrin minerallaşmasına ehtiyac duyulduğu üçün onlar payızda verilir ki, səpin qabağı, yəni onun minerallaşması biraz çəkdiyinə görə vaxtından əvvəl verilir ki, deməli, minerallaşma prosesi üçün müəyyən bir vaxt sərf olunur deyəcəyik. Ümumiyyətlə, bitkilərin böyüyüb inkişaf etməsi dövründə onlara gübrə verilməsinə əlavə gübrələnmə və yaxud da əlavə yemlənmə deyirik və çürüntünün miqdarından asılı olaraq torpaqlar müxtəlif növlərə bölünürlər. Ümumiyyətlə, çürüntünün miqdarı və yaxud da humusun miqdarı çox olan torpaqlara biz qara torpaqlar deyəcəyik və qara torpaqlarda bitkilərin böyüyüb inkişaf etməsi üçün əlverişli şərait var deyəcəyik. Mineral gübrələr haqqında danışanda qeyd edək ki, mineral gübrələrdən ən geniş azotdur deyirik, kalium deyirik, fosfor deyirik. Bunlarla bağlı əsasən testlər nədən düşür? Məsəl üçün, azot gübrələri deyirik ki, gövdə və yarpaqların inkişafını sürətləndirir. Bitkilərdə gövdə və yarpaqların inkişafını sürətləndirir. Fosfor gübrəsi deyirik ki, çiçək və
meyvənin inkişafını sürətləndirir. Kalium kübrəsi deyirik ki, kökdür, yeraltı hissələrdir, kökümsovlar, gövdə yumurları, soğanaqlar, meyvə köklər, yəni yeraltı hissələrin inkişafını sürətləndirən gübrələrdir və bir də qeyd eləyək ki, fosfor və deməli kalium gübrələri bitkilərin soyuğa davamlılığını artırırlar və bir də belə bir şey deyim sizə ki, məsəl üçün biz deyirik ki, paxlalı bitkilərin köklərində deməli yumurcuq bakteriyaları yaşayıb inkişaf edirlər və biz onlara nitrifikasiya bakteriyaları deyirik. Yəni torpağın məhsuldarlığını artıran bakteriyalardır. Belə ki biz bilirik ki, bitki havadan yalnız karbon qazı və oksigen qazı alır. Azot qazını isə bitki havadan almır, o torpaqdan alır və bitkinin torpaqda həmin o azot qazını bitkinin mənimsəyə biləcəyi vəziyyətə salan bakteriyalar nitrifikasiya bakteriyalarıdır. Yəni xemosintez edici faydalı bakteriyalarda torpağın məhsuldarlığını artıran amin avtotrovlardır. Və qeyd eləyək ki, məsəl üçün bu bakteriyalarda paxlalı bitkilərin köklərində simbiyoz həyat tərzi keçirdirlər. Yan köklərində onlara yumurcuq bakteriyalar da deyirlər, onlara nidositlər də deyirlər. Belə ki, havadakı sərbəst azotu mənimsəyərək bitkinin deməli qəbul edə biləcəyi vəziyyətə salırlar. Şoralar şəklində, amonium duzları şəklində salırlar ki, bitki onu daha yaxşı mənimsəyə bilsin. Bax, bəzən testlərdə düşür ki, məsəl üçün, paxlalı bitkilər olan torpaqda hansı bitkilərin əkilməsi daha əlverişli olardı? Biz bilirik ki, paxlalı bitkilər olan torpaqda azot duzları daha çox olur. Buna görə də gövdə və yarpağından istifadə edəcəyimiz bitkilərin əkilməsi daha əlverişli. Məsələn, kələm bitkisinin əkilməsi daha əlverişli olardı və yaxud da göy-göyərti var o istifadə etdiyimiz onların əkilməsi, yəni hansının ki gövdə və yarpağından istifadə edirik, o bitkilərin əkilməsi, məsəl üçün lobya, paxla, noxud, soya, mərci çıxarılan torpaqda kələm bitkisi əksək, ondan daha yaxşı məhsul əldə etmək olar. Çünki kələmin gövdə və yarpaqlarının inkişafını azot duzları sürətləndirir deyirik. Bax, bu oldu. Burada da yenə yazılıbdır. Baxarsınız, hamısı var burada slaytlarda. Bax, bu oldu bizim kök haqqında məlumatımız. Müəllimlər, bura qədər sualınız varsa deyin, yoxdursa gövdəyə keçək. Aynurə müəllimə. Bəli, müəllimə. Bitkilər bu adlı birləşmələri nitrat. Bəli, müəllimə, bəli. Bəli, şoralar şəklində, nitratlar şəklində, yəni həmin o yumurcuq bakteriyaları azotu bitkinin mənimsəyə biləcəyi vəziyyətə, yəni birləşmələr şəklində salır. Zəminə müəllimə, birləşmələr şəklində bitki azotu mənimsəyir də, həmin bakteriyalar da onu birləşmələr vəziyyətində salaraq bitkiyə verir. Nitratlar nitritlərə çevrilir də. Bəli, bəli, nitratlar, nitritlər, yəni azotu birləşmələr şəklində müəllimə, şoralar şəklində bitki, amonium nitratlar, amonium, məsələn, NH4NO3 şəklində, natrium nitrat şəklində, kalium nitrat, şoralar şəklində bitkiyə verir. Deyirlər ki, məsəl üçün müəyyən veriblər azotlu birləşmələri, pomidorun zadının tərkibində nitratların faizi çoxalıbdır. Bəli. Ona görə deyirəm. Bəli, bəli. Yaxşı müəllimə. Bir də ki, bir sualım var müəllimə. Bu Buyurun. illik halqalar haqqında da, yəni O gövdədədir, müəllimə. O gövdədədir, müəllimə. Bəli, bəli. Gövdəyə indi keçirik. Yaxşı. Keçək indi gövdəyə, müəllimlər. Deməli, gövdənin quruluşu. Biz belə qeyd eləyək ki, ümumiyyətlə birinci gəlin yenə kökdə olduğu kimi gövdənin də funksiyalarına baxaq. Bitkinin əsas vegetativ orqanlarından biri də gövdədir. Gövdə həm əsas, həm də əlavə funksiyalar yerinə yetirir deyirik. Gövdənin əsas funksiyaları hansıdır deyəndə deyirik ki, gövdənin əsas funksiyasına bir aiddir mexaniki funksiya, yəni gövdə bitkinin dayağını təşkil edir. Eyni zamanda qeyd eləyək ki, belə deyək də, əlaqə funksiyasını yerinə yetirir. Əlaqə, əsas funksiyalardan biri əlaqədir. Yəni, gövdə köklə yarpaqlar arasında əlaqə yaradır. Belə ki, kökdən sorulan su və suda əl olmuş mineral maddələri adi su boruları, ksilema boruları vasitəsilə yarpaqlara çatdırır. Yarpaqlarda hazırlanan üzvü maddələri isə hara çatdırır deyirik? Gövdəyə ötürür deyirik. Ələyabənzər boruları və yaxud da flema boruları vasitəsilə digər gövdənin digər hissələrinə, budaqlara və kökə və s. ötürür deyirik. Yəni, birinci mexaniki funksiya dayağını təşkil edir deyirik. Bundan başqa əsas funksiya olaraq deyirik, kök və yarpaqlar arasında əlaqə yaradır və yarpaqları günəşə
çıxarır. Yəni yarpaqları günəşə doğru istiqamətləndirir deyirik. Bundan başqa gövdənin də digər əlavə funksiyaları var. Məsəl üçün ehtiyat toplayıcı. İndi biz şəklini dəyişmiş orqanlardan danışanda, yəni orqanların metamorfozundan danışanda orada bir daha qeyd eləyəcəyik ki, məsəl üçün kökümsovlar, soğanaqlar, gövdə yumruları, soğanaqlı yumrulu, bunlarda ehtiyat qida maddələri toplanır. Və yaxud da fotosintez edici gövdənin funksiyasıdır. Və yaxud da vegetativ çoxalma, yəni qeyri-cinsi çoxalma, bayaq da saydıq, qarağatdır, qızılgüldür, ətirşatdır, üzümdür, gövdəçiliyi vasitəsilə çoxalan bitkilərdir. Bax, bunlar da gövdənin digər, məsəl üçün, dayaq funksiyası var deyərik, məsəl üçün, bığıcıqlar dayaqda rol oynayır və yaxud da müdafiə tikana çevrilərək murdarçadır, göyəmdir, alçadır, gaval və s. yəni tikana çevrilərək belə deyək də, cır armuddur, müdafiədə rol oynayır deyirik. Bığıcıq dedik ki, üzümdə, məsəl üçün, qarpuzda, yemişdə, boranda, çiyələkdə, qaymaq otunda bığıcığa çevrilərək deməli dayaq funksiyasını yerinə yetirir və yaxud da çiyələyin, qaymaq otunun bığıcıqları eyni zamanda vegetativ çoxalmada da iştirak edir. Bax, bunlar da yəni əlavə funksiyalar kimi gövdənin götürə bilərik. Keçək gövdənin quruluşuna, hissələrinə. Ümumiyyətlə, gövdə 4 hissədən ibarətdir. Hansılardır? Qabıq, baxın, birinci qabıq, ikinci kambi, üçüncü özək, üzr istəyirəm, oduncaq və özək. Neçə hissədən ibarət oldu? 4 hissədən. Qabıq, kambi, oduncaq, özək. Birinci gəlin danışaq müəllimlər qabıq barəsində. Qabıq gövdəni, necə ki kökdə, xaricdən qabıqla örtüldü, necə ki dedik ki, yarpaqların üzəri üstdən və altdan dəriciklə örtüldü, eləcə də gövdə xaricdən qabıqla örtülür. Gövdənin qabıq qatı gövdəni xaricdən örtür və onu xarici təsirlərdən qoruyur. Təbii ki də örtük toxumasından təşkil olunub. Yaxşı, bəs burada nə fərqlər var? Ümumiyyətlə götürəndə biz həm cavan zoğlar üçün qabıq qatının quruluşuna baxacağıq, həm yaşlı zoğlar üçün, qışlayan zoğlar üçün qabıq qatının quruluşuna baxacağıq. Məsəl üçün, gəlin birinci baxaq cavan zoğa. Bax, bu şəkildə gördüyünüz bu şəkil üçülük gökə ağacının enkəsinin quruluşudur. Yəni, ağac cavandır. Ağac cavan olduğuna görə onun üstdən nə ilə örtülməlidir? Dəriciklə. Düzdür, burada mantar da yazıb altında. Yəni, yaş artdıqca dəricik yavaş-yavaş mantarla əvəz olunur, deyir. İndi mən birinci cavan zoğ üçün deyirəm. Cavan zoğlarda qabığa nə aiddir? Dəricik, xaricdən dəriciklə örtülüb, yəni örtük toxması. Dəriciyin üzərində gövdənin daxili hissəsi ilə əlaqələnən ağızcıqlar yerləşir. Onun altında yaşıl hüceyrələr qatı, baxın, əgər zoğ cavandırsa altında yaşıl hüceyrələrə rast gəlinir. Zoğ yaşlıdırsa onun altında yaşıl hüceyrələr olmur. Çünki dəriciyin hüceyrələri şəffaf, rəngsiz, xarici divarı qalınlaşmış, şəffaf olduğuna görə günəş şüaları dəricikdən keçir gövdənin daxilinə və bu kubika oxşayan bunlar var. Bu yaşıl hüceyrələrdir. Və günəş şüasının təsiri nəticəsində həmin hüceyrələrdə xlorofil pigment əmələ gəlir. Bax, ona deyirlər fotosintez edici əsas toxuma. Və onun altında nə yerləşir? Fotosintez edici əsas toxuma. Deməli, cavan zoğlarda dedik ki, dəricik, dəriciyin altında yaşıl hüceyrələr, onun da altında fleema qatı. Fleema qatı özü fleema liflərindən və fleema borularından, müəllimlər, şəkillərə də çox diqqətlə qulaq asın. Bəzən qoyur adını yazmır, soruşur ki, həmin hissə ilə bağlı aşağıdakı fikirlərdən hansı doğrudur və yaxud da yanlışdır. Deməli, cavan zoğlarda dedik ki, qabığa aiddir dəricik, dəriciyin üzərində ağızcıq, dəriciyin altında yaşıl hüceyrələr qatı, onda deyəcəksiniz fotosintez edici əsas toxuma, dəriciyin özü örtük toxuması, onun altında fleema qatı. Fleema qatında var fleema lifləri, bu mexaniki toxuma, fleema boruları, yəni eləyə bənzər borular, bu da ötürücü toxuma. Deməli, onda deyirik ki, cavan zoğlarda, ümumiyyətlə qabıq hansı toxumalardan təşkil olunub deyəndə deyirik, örtük, mexaniki, ötürücü, əgər cavan zoğdursa, fotosintez edici əsas toxuma. Yox, yaşlı zoğdursa, indi baxın, yaşlı zoğda deyəcək, qabığa aiddir mantar və fleema qatı. Yəni, yaşıl hüceyrələr mantarın hüceyrələrinə suyu, havanı, işığı özündən buraxmayan xüsusi maddə hopduğuna görə, mantarın daxilinə günəş işığı düşə bilmədiyinə görə,
Onun altında olan yaşıl hüceyrələrdə xlorofil pigmenti əmələ gəlmir və onlar öz yaşıllığını itirir deyirik. Buna görə də yaşlı zoğlarda deyəcəyik ki, mantarın altında flema qatı. Onda yaşlı zoğlar hansı toxumalardan təşkil olunacaq müəllimlər? Bir örtük toxuması, sonra ötürücü mexaniki. Hansı toxum olmayacaq yaşlı zoğlarda? Əsas toxum. Bəli. Əsas toxumanın hansı növü? Əsas toxumanın bəli, ay sağ olun. Bəli, fotosintez edici əsas toxuma olmayacaq. Qalan hamısı olacaqdır. Yaxşı. Bax bu hissələrlə bağlı bildiksə, keçirək nəyə? Məsəl üçün bir şey də deyim ki, flema boruları elə bənzər borulardır və gövdədə, baxın yarpaqlarda borulu lifli damar dəstələrində yerləşdi. İkisi də bir yerdə yerləşdi. Mexaniki toxuma liflərdə, ötürücü toxuma borularda. Kökdə də mərkəzi silindirdə yerləşdi hər ikisi. Amma kökdə flema boruları kökün qabıq qatında, oduncaq boruları isə yerləşəcək oduncaq hissədə. Yəni adi su boruları ayrı-ayrı hissələrdə görürsünüz, fərqli hissələrdə. Deməli onda deyirik ki, məsəl üçün flema boruları ilə hansı maddələr hərəkət eləyir? Üzvü maddələr. Üzvü maddələr gövdənin hansı qatı ilə hərəkət eləyir? Qabıq qatı ilə hərəkət eləyir. Bəs qeyri-üzvü maddələr gövdənin hansı qatı ilə? Deyəcək ki, oduncaq qatı ilə hərəkət eləyir və bir şey də deyək ki, flema liflərindən köhnə kitablarda var idi, yadınızdaydı. Kətan bitkisinin flema liflərindən kətan parça, qarğac bitkisinin flema liflərindən bağlama materialları, hətta deyirlər ki, üzüm bitkilərini direklərə bağlamaq üçün həmin materiallardan istifadə olunur. Cökə ağacından deyirlər ki, həsir hazırlanır və s. Deməli, flema ilə üzvü maddə, flema boruları ilə, adi su boruları ilə isə nə hərəkət edir dedik? Qeyri-üzvü maddələr hərəkət edir dedik. Hətta bir şey də deyim ki, yazda, erkən yazda deyir, hətta adi su boruları ilə də üzvü maddə hərəkət edə bilir. Bəzən testlərə düşür ki, nə zaman bitkinin adi su boruları ilə də üzvü maddələr hərəkət edə bilir? Deyirik ki, erkən yazda şirə hərəkəti başlayanda, hətta bitkinin adi su boruları ilə üzvü maddələr hərəkət edə bilir deyirik. Gövdənin digər qatı kambi qatıdır. Kambi qatı gövdənin ən nazik qatı kambi qatıdır. Ən qalın qatı oduncaq qatıdır. Kambi qatı törəci toxumadan təşkil olunub. Qabıqla, bax bu hissə qabıqdır. Bu hissə də oduncaqdır, düzdürmü? Qabıqla oduncağın arasında yerləşən qata kambi qatı deyirik. Törəci toxumadan təşkil olunub, canlı, cavan hüceyrələrdən təşkil olunmuşdur. Gövdənin eninə böyüməsini təmin edir və biz demişdik ki, burada kambi meristemi var. Gövdənin eninə böyüməsini təmin edir. Kambi qatı bölünən zaman qabıq tərəfdə yeni qabıq hüceyrələri, oduncaq tərəfdə isə yeni oduncaq hüceyrələri əmələ gəlməyə başlayır. Və kambi hüceyrələrinin bölünməsi ilin 3 fəslində baş verir. Yaz, yay, payız. Qışda kambi hüceyrələrinin bölünməsi prosesi mühit şəraiti əlverişsiz olduğuna görə dayanır deyirik və ilk dəfə olaraq illik artım halqalarını saymaqla ağacın yaşının təyin edilməsinə hansı alim qeyd etmişdi? Leonardo da Vinci qeyd etmişdi deyirdik, düzdür. Bəs Leonardo da Vinci başqa nə demişdik? Bionikada onun adını çəkmişdik biz. Nə demişdi alim? Nə hazırlamışdı? Bəli, ornitopter, bəli, doğrudur müəllimə. Ornitopter adlı cihaz. Sonra, deməli, bax bunu, indi baxaq nəyə? Məsəl üçün, gəlin, bu illik artım halqalarında yaz, yay, mən qeyd etdim ki, illik artım halqalarına görə ağacın yaşının təyin edilməsi. Dedik ki, yaz, yay, payız, bir də qış, düzdürmü? İllik artım, ümumiyyətlə, kambi hüceyrələrinin bölünməsi 3 fəsildə baş verir. Yazda, yayda, payızda, qışda dayanır. İndi baxın, yazda əmələ gələn hüceyrələr iri olurlar, açıq rəngli olurlar və nazik divarlı olurlar. İri, açıq rəngdə və nazik divarlı. Yayda əmələ gələn hüceyrələr əksinə kiçik olurlar, qalın olurlar, qalın divarlı olurlar və tünd rəngdə olurlar və yəni belə deyək də yayda və payızda əmələ gələn hüceyrələr. Yəni yaydan payıza doğru getdikcə əmələ gələn hüceyrələr kiçik, qalın divarlı, tünd rəngli. Qalın divarlı ona görə olur ki, müəllimlər hava şəraiti
çətinləşir. Tünd rəngli deməli ona görə olurlar ki, divar qalın olduğuna görə hüceyrələr tünd rəngdə görünməyə başlayırlar və həcm baxımından da kiçilirlər. Çünki yazda fotosintez prosesi sürətli getdiyinə görə daha iri olur hüceyrələr. Yaya payıza doğru fotosintez prosesi zəiflədiyinə görə nisbətən kiçik olurlar. Kiçik olduqlarına görə deməli özləri də gələn ilin yazında əmələ gələn hüceyrələr arasında sanki bir sərhəd əmələ gətirirlər. Yəni baxın, gələn ilin yazında, bax bura fikir verin, kambiqata bölünən hüceyrələrin sayı, yazda baxın, kambiqatında bölünən hüceyrələrin sayı artıbdır, yaz ayıdır. Sonra nə baş veribdir? Tədricən yay gəlir, yayda nisbətən sabitdir, payızda zəifləyib, qışda yenə tam zəifləyib, aşağı hissəyə baxın, tam zəifləyib və sabit qalıbdır. Bax, bu şəkildə düşə bilər müəllimlər. Yazda artır, yayda sabitdir, yüksəlib sabitdir, payızda azalır, qışda yenə azalaraq sabit qalır deyirik. Və gələn ilin yazında əmələ gələn, deməli, halqalar arasında sanki bir sərhəd görünür. Yəni, elə bilin ki, iri, bayaqki necə idi? Bayaqki demişdik ki, iri idi, qalın idi nisbətən, düzdür, amma o biri nisbətən zəifdir. Gələn ilin yazında əmələ gələn yenə qalın, o biri nisbətən zəif. Bəs bunları saymaqla bitkinin yaşını müəyyənləşdirmək olur. İndi illik artım halqalarına görə yaşı necə təyin edirik? Gəlin ona baxaq. Yəni biz bilirik bir özəkdən, bir də kambidən olaraq biz adətən özəkdən və kambidən olaraq götürüb sayırdıq. Yəni ağacın yaşının təyin edilməsini. Gəlin də onunla bağlı baxaq görək bunu necə edirik. Baxın, məsəl üçün deyirəm ki, əsasən ağacın yaşının sayılmasını həmişə özəkdən başlayaq. Çünki özəkdən başlayanda tam düzgün saymaq mümkündür. Məsəl üçün, baxın, burada verilib bir kambi qatı göstərək, bir də özək qatı. Bax, bu hissə olsun kambi, bu hissə olsun özək. Məsəl üçün, deyir ki, ağacın 16 yaşı var. Baxın, 16 yaşı olan bir ağacdır. Gəlin elə bunun üzərində əvvəl izah eləyim. 16 yaşı olan bir ağacdır, məsəl üçün, düzdürmü? Deyirəm ki, 16 yaşı olan ağacın, məsəl üçün, götürək 10-cu yaşı. Müəllimə, mikrofon kimdəsə açıqdır, zəhmət olmasa bağlayın. 16 yaşı olan ağacın 10-cu yaşı özəkdən neçənci halqada yerləşir deyəndə eləcə deyirsiniz 10-cu. Baxın, sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, elə 10-cu. Özəkdən neçəncidirsə elə onu götürürsünüz. 10 yaşı olan ağacın 5-ci halqası özəkdən neçənci halqadadır? 5-ci. 4-cü halqası 4-cü. Yəni özəkdə fərq yoxdur. Nə desə onu götürürsünüz. Əgər sizə deyilsə ki, 10 yaşı olan ağacın 10-cu yaşı kambidən neçənci halqada yerləşir desə, onda bax bu düstur bunu hesaplamaq üçün əlverişli bir düsturdur. Nə edirsiniz? Verilən yaşdan, 16 yaşdan, ümumi yaşdan, bax, en burada ümumi yaşı deyir. Ağacın ümumi yaşı, ümumi yaşdan soruşulan yaş burada x-dır. Yəni, neçədir? 10. Soruşulan yaşı çıxıb, üstünə 1 gəlirik. Yəni, 16-dan 10-u çıxırıq, eləyir 6, üstünə 1 gəlirik, eləyir 7. Gəlin, baxaq görək, doğrudan da 7-də yerləşirmi kambidən? Baxın, 1, 2, 3, 4, 5, 6, 7. Doğrudan da 10-cu halqa kambidən 7-ci qatda yerləşir. Aydındır müəllimlər? Demək, düstur nə cür oldu? N minus x üstəgəl 1. N ağacın ümumi yaşıdır. X soruşulan yaşdır. Bu kambidən hesablanma qaydasıdır. Lakin özək dedikdə elə səliqə ilə başlayıb özəkdən saydıqda gəlib həmin yaşa çıxmış oluruq. Müəllimlər, bura qədər aydındır hamıya? Bəli, müəllimə, bu Aha. bir hardan gəldi, üzrsən. Necə? Bir hardan gəldi. Bir bu düsturdur müəllimə. Düsturun özündə o biri götürürük. Yəni bu qaydanla, kambidən soruşanda bu qaydanla. Məsəl üçün nəzakət müəllimə desə ki sizə, tutaq ki belə bir məsələ deyim. Məsəl üçün deyir ki 20 yaşı olan, 30 yaşı olan ağacın, bax deyirəm 30 yaşı olan ağacın, məsələn deyək ki 8-ci yaşı
Özəkdən neçənci qatdadır, kombidən neçənci qatdadır? Nə deyərdiniz? Deməli, 8 çıxır. Hə, nəzakət müəllimə. 8. 30-dan Aha. 8 çıxıb üstə bir gəlir. Ay sağ olun. 30-dan 8-i çıxırıq üstə, bəli. Bəs özəkdən desə nəzakət müəllimə, özəkdən desə? Özəkdən götürəndə 8. Ay sağ olun. Özəkdən, bəli, bəli. Özəkdən götürəndə eləcə deyəcəyik ki 8. Bəli. Özəkdən 8-ci. niyə kombinin elə az gəlir? Bir kombin öz qatı hesablanmır da, hə? Birinci qatı. Yox, o kombinin bu kombinin özünü götürmürsüz müəllimə. Bax bu kombi qalır burada. Bu özək də qalır. Kombinin altındakını. Bir elə kombidi də gəlir deyəsən olsun. Elə gəlmir. Kombinin özünü yox müəllimə. O düsturda, yəni o bir yazılır orada. Düsturun özündə yox. Biz kombini saymırıq axı. Biz buradan başlayıb sayırıq. Baxın 1, 2, 3, 4, 5, 6, 7. Baxın 10-cu. Axı kombin saymadıq. O düsturun özündə o biri götürürlər müəllimə. Yəni o düstur kimi onu nəzərə alın o cür. Bəli. Aydın müəllimə, həm birinci, həm də sonuncu hesablandığına görə o biri gəlir üstünə. Çünki həm biz 16-yı hesabladıq, həm də onun özünü götürdük. Ona görə düsturda plus 1 olmalıdır. Bəli, bəli. Bir də bir şey deyim müəllimlər. Baxın deyir ki, bax sizə əgər sual verilə bilər ki, burada məsəl üçün indi bu şəkillə götürsək 16 yaşı olan bir ağacdır da. Sizə deyilsə ki, ən cavan halqa burada hansıdır? Nəyə götürərsiniz? Ən cavan halqa. Kombinin altındakı. Ay sağ ol. Bəli, bax bu 16-cı. Kombinin altındakı. Bəs ən yaşlı halqa, ən qoca halqa desə? De bu. Ay sağ olun, bəli. Çünki əmələ necə ki bax o yadınızdadır öküz soliteri. Deyir ki, ən sonuncu buğum yaşlı buğumdur, ən boyuncuğun başlıq boyuncuq deyirik də, boyuncuğun yanındakı buğum cavan. Bax onun kimi bir şey, bəli. Kombinin altındakı ən cavandır. Özəyin altındakı belə deyək də altında olur, yoxsa üstündə olur. Özəyin üstündəki də ən qocadır. Yəni ilk halqa, bəli, ilk halqa onu götürürük. Aydındır müəllimlər, çətin deyil ki bu. Yox müəllimə, aydın soruşmaq olar müəllimə. Necə? Bir söz soruşmaq olar. Buyurun, buyurun, əlbəttə ki, xəyali müəllimə, buyurun. Müəllimə, bayaqlar elə bir 30-dan 8-i çıxdıq üstünə bir Bəli, bəli. gəldik da. Aha. Ancaq sonra bu biri gəlmədik da. Nə vaxt gəlirik, nə vaxt gəlmirik. Onu bilmək Müəllimə, yox, istəyirəm. hamısında gəldik biri. Kombidən deyəndə biri gəlir üstünə. Müəllimə, özəyi soruşanda var idi. Özəkdən gəlmədik müəllimə, əlbəttə özəkdən. Baxın xəyali müəllimə. Tutaq ki belə bir şey deyim, bax. Tutaq ki 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 dənə. İndi bax buranı götürək, gəlin kombi. Məsəl üçün bura gəlin mən yazım özək, bura olsun özək. Bu da olsun bu hissə kombi. Heç xətt də çəkmədim. Olsun kombi. Düzdürmü? Özək də kombidə yerləşir də. Birinci kombidə yerləşir özək. Yox müəllimə, özək gövdənin fərqli bir qatıdır. Kombidə yerləşmir. İndi göstərəcəm. Bir dəqiqə müəllimə onu da göstərəcəm indi. Deyir ki, ağacın neçə yaşı var? 12 yaşı var. Düzdür xəyalə müəllimə? Bax bizim bu ağacın 12 yaşı var. Bu özəkdir, bu da kombidir. Düzdürmü? Bax kombi budur. Yaşılla verilən kombidir. Baxın, qırmızı bununla verilən də özəkdir. Bu da 12 yaşı var. İndi sizdən soruşur ki, 12 yaşı olan bir ağacın, bax 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Deyir ki, 12 yaşı olan bir ağacın, məsəl üçün 6-cı yaşı özəkdən neçənci halqada yerləşir deyəndə, xəyala müəllimə, eləcə deyəcəksiniz 6-cı. Baxın, bax, dedi 1, 2, 3, 4, 5, elə 6-cı. Elə özəkdən, elə o həmin yaşı da götürəcəksiniz 6-cı. Bəs desə, yaxşı, kombidən neçənci qatda yerləşir? Deyəcəksiniz ki, ümumi yaş neçədir? 12. Ümumi yaşdan soruşulan yaşı çıxıb, üstünə 1 gələcəksiniz. 7-ci, baxın, gəlin sayaq. 1, 2, 3, 4, 5, 6, 7. Gördünüz, doğrudan da kombidən 7-ci qatda yerləşdi. Aydındır xəyalə müəllimə? Bəli, bax bu deyirdim ki, özəkdə elə bir biri gəlmir. Yox, bəli, bəli. Bəli, özəkdə gəlmirik, amma kombidə deyəndə gəlirik, bəli. O deyirəm ki, düz bildim ki. Aha, bəli, bəli. Oldu müəllimə. Siz sağ olun, siz sağ olun. Aha. İndi keçək nəyə? Keçək nəyə müəllimlər? Oduncu, bura baxın, bayaq Günay müəllimə idi sual verən. Günay müəllimə,
Bayaq sual verən hansı müəllimə idi? Günay müəllimə, kombi burdadır. Baxın, özək burdadır. Ayrı-ayrıdır. Kombi budur. Kombi qatı budur. Amma özək qatı budur. Özək qatı müəllimə bilirsiniz nədir? Gövdənin orta hissəsi. Gövdənin mərkəzi hissəsi, orta hissəsi özək qatıdır. İndi baxın, qabıqdan danışdıq, kombidən danışdıq. Keçək oduncağa. Oduncaq dedik ki, gövdənin ən qalın hissəsi, ən böyük yer tutan hissəsi oduncaqdır deyirik. Oduncaqdan süni ipəyin hazırlanmasında təbii ipəyi, tut ipək qurda hazırlayır. Süni ipək oduncaqdan hazırlanır, bitkinin oduncağından və bitkinin oduncağı sellozadan təşkil olunub. Selloza da suda həll olmayan polisaxariddir və biz qeyd etmişdik ki, təbiətdə ən geniş yayılan karbohidrat ağacın oduncağı məsəl üçün sellozadır. Bəli. Oduncaqda da rast gəlinir iki cür toxumaya, ötürücü toxuma, bir də mexaniki toxuma. Ötürücü toxuma oduncaq borularıdır. Baxın, borular. Mexaniki toxuma isə nədir? Liflərdir. Liflər mexaniki möhkəmlik verir. Borular da su və suda həll olmuş mineral maddələrin çatdırılmasında iştirak edir. Gövdənin digər dördüncü qatı özəkdir. Özək ehtiyat toplayıcı əsas toxumadan təşkil olunub, canlı hüceyrələrdən ibarətdir və özəkdən gövdənin bütün qatlarına özək şüaları gedir. Bəli, özək özü ehtiyat toplayıcı əsas toxumadan təşkil olunub və özəkdən gövdənin bütün qatlarına nə gedir? Özək şüaları gedir deyirik. Yəni, bütün yaz boyu bitki işləyərək, fotosintez eləyərək özək şüaları vasitəsilə özəyə ehtiyat qida maddələrini yığır. Qışda isə bitki heterotrof yolla qidalanır. Bu dəfə, yəni baxın, qoy bir səliqəli çəkək. Yazda fotosintez eləyərək özək şüaları vasitəsilə özəyə ehtiyat qida maddələri yığılır. Payızda isə bitki heterotrof yolla qidalandığına görə özək şüalarından bitkinin digər hissələrinə qida maddələri, üzvü maddələr həmin ehtiyat halında toplanmış özəkdən daşınır deyirik. Eyni zamanda bəzi bitkilərdə, məsəl üçün palıdda, qarağacda özək bərk olur, gəndalaşda yumuşaq olur, titrək qobaqda isə özək daha yaxşı seçilir, daha yaxşı özəyi görmək mümkündür. Gövdənin vəziyyətinə görə bitkiləri bölürük iki qrupa, dik duran, sərilən. Dik duranlarda mexaniki toxuma yaxşı inkişaf eləyib, ağaclardır, kollardır, otlardır. Sərilən isə də mexaniki toxuma zəif inkişaf eləyib. Sərilən gövdəli bitkilər özləri bölünürlər üç qrupa. Sürünən, sarmaşan, dırmaşan. Sürünənə aiddir. Qarpuzdur, yemişdir, boranıdır, xiyardır, üç yarpaq yoncadır. Sarmaşana aiddir. Deməli, lobiyada çöl sarmaşığında, dırmaşan üzümdə, noxudda daş sarmaşığında. Dırmaşan və sarmaşan gövdəli bitkilərə nə deyirik? Lianlar deyirik. Bunların dedik ki, mexaniki toxuması zəif inkişaf etdiyinə görə bunlar özlərini dayağa bərkitmək üçün deməli bu cür uyğunlaşıblar deyirik və bu uyğunlaşmayı da biz təkamül təlimini keçəndə indi ilk dəfə Allah qoysa orada bir də qeyd edəcəm. Təkamül təlimində biz orada olmalıdır ilkin adaptasiya. Adaptasiya uyğunlaşma deməkdir və ilk dəfə olaraq orada qeyd edəcək ki, Charles Darwin məhz bu sarmaşan, dırmaşan gövdəli bitkilərdə, bax, onlarda məsəl üçün siz fikir vermişsiniz, tutaq ki, lobiyanın toxumundan cücərti inkişaf eləyən zaman başlayır burulmağa. Elə o kökün torpağın altından çıxdığı andan, ilk cücərti inkişaf eləyən andan başlayır burulmağa. Yəni buna ilkin adaptasiya deyirlər. Yəni ilkin uyğunlaşma deyirlər və bunu kim müəyyənləşdirmişdir dedik? Charles Darwin müəyyənləşdirmişdir və burada da dik duran bitkilər dediyi ağac, ot və kol olmaqla üç qrupa bölünürlər. Məsəl üçün ağaclarda biz bilirik ki, meyvə ağaclarıdır, palıddır, fıstıqdır, vələzdir, qozdur, çinardır və s. Çoxullikdirlər. Bunların mexaniki toxuması yaxşı inkişaf edib, bunlarda odunlaşma var deyirik. Və sonra keçdik kollar, dedik ki, kollar deməli ağaclara nisbətən onların
təpə tomurcuğu və kambi toxuması zəif inkişaf edib. Zaten bunu görmək mümkündür. Nəyə görə? Çünki ağaclardan fərqli olaraq bunlar nisbətən alçaqdılar. Deməli, təpə tomurcuğu zəif inkişaf edib ki, uzundan böyümə prosesi bir qədər zəif gedib və kambi qatı da zəif inkişaf edib ki, ağaclara nəzərən çox yoğun deyil olar. Və bunlar da yenə də deyir ki, çoxillik olurlar. Fındıqdır, qarağaçdır, böyürtkəndir, yemişandır, zirinçdir, çaytikanıdır. Məsəl üçün, meşə yarısunun 3-cü yarısında yerləşən bitkilərdir əsasən. Ağaclar isə əsasən 1-ci və 2-ci yarıslarda yerləşir dedik. Ot bitkilər isə birillik, ikililik və çoxillik olmaqla 3 qrupa bölünürlər. Otların da mexaniki toxuması zəif inkişaf edir dedik. Onlarda kambi qatı ümumiyyətlə yoxdur deyirik. Dağınıq şəkildə deməli yerləşir, səliqəli yerləşmir. Buna görə də onlarda enlə böyümə prosesi, uzundan böyümə prosesi ləng gedir. Yarusların ən aşağı yaruslarda yerləşən bitkilərdir otlar. Nisbətən iri otlar da var. Məsəl üçün burada görürsünüz 15-20 metr bambuqun məsəl üçün hündürlüyü 15-20 metrə çatır deyir. Şəkər qamışıdır, bambuqdur, taxıllar bitki fəsləsinin nümayəndələridir hər ikisi. Nisbətən hündür otlardır deyirik. Birillik otlar 1 il yaşayırlar, ikililik otlar 2 ilə qədər yaşamaq qabiliyyətdə. Məsələn, çuğundur kimi, turp kimi, yer kökü kimi, kələm kimi. Kələm 2 illik bitkidir. Baxın, 2 ilə qədər yaşamaq qabiliyyətinə malikdir dedik. 1 illik kələm isə deməli 1 illik, yabani kələm isə 1 illik bitkidir. Adi bu kənd təsərrüfatında becərilən ağbaş kələm 2 illik bitkidir dedik. Çoxillik bitkilər isə bir neçə il yaşaya bilirlər. Yerüstü hissələri məhv olur, lakin yəni torpağın altı, qışı torpağın altında yeraltı hissə formasında keçirirlər dedik. Dəmirovotudur, çayırdır, gicitkandır, incitçəyidir və başqalarını misal göstərmək olar. Qaldı bizdə şəkil dəyişmələr. Deməli, bitki orqanlarının şəkil dəyişmələri. Ümumiyyətlə, biz şəkil dəyişməyə metamorfoz deyəcəyik. Şəkil dəyişmə və yaxud da bunu adlandıracağıq metamorfoz. Metamorfozlar bitkilərdə yeraltı və yerüstü olmaqla 2 qrupa bölünürlər. Ümumiyyətlə, belə deyək də, yeraltı şəkil dəyişmə deyəndə, məsəl üçün, kökün yeraltı şəkil dəyişmələri deyəndə, yəni ehtiyat toplayıcı şəkil dəyişmələr, məsəl üçün, meyvə köklər, kök yumruları. Gövdənin yeraltı şəkil dəyişmələri deyəndə gövdə yumrularıdır, soğanaqdır, kökümsovdur, soğanaqlı yumrudur. Misal göstərmək olar deyirik. Məsəl üçün, gəlin əvvəlcə bunlara baxaq, sonra digər hissələrə keçək. Məsələn, gəlin birinci baxaq kökün şəkil dəyişmələrinə. Kökün şəkil dəyişmələrindən biri meyvə köklərdir. Gəlin birinci onlar barəsində danışaq. Meyvə köklər, müəllimlər, kökün yeraltı şəkil dəyişməsidir və funksiyası nədir? Ehtiyat qida maddə toplama. Müəllimlər, səsim gəlirmi sizə? Bəli, müəllimə. Aha. Ehtiyat qida maddəsi toplama. İndi baxın. Meyvə kök ehtiyat qida maddəsi toplayaraq kökün aşağı hissəsi şişkinləşir və burada yenə də qeyd edirəm, ehtiyat qida maddələri toplanır. İndi bu bizə burada hansı bitkilərdir? Yer köküdür, çuğundurdur, turpdur, şalğamdır. Bunları əzbərləsək 4-ünü kifayətdir. Yer köküdə, çuğundurda, turpda, şalğamda meyvə kökdür. Deməli, meyvə kök kökün şəkil dəyişməsidir. Yaxşı. Bəs meyvə kök nədən əmələ gəlir? Meyvə kökü əmələ gətirən nədir deyəndə deyəcəyik ki, meyvə kökü əmələ gətirən əsas kök və gövdənin aşağı hissəsidir. Yəni, bitkinin yerüstü hissəsindən fotosintez nəticəsində əmələ gələn üzvü maddələr gələrək əsas kökü və gövdənin aşağı hissə. Görürsünüz, biz onsuz da bayaq demişdik ki, əsas kök hara birləşmişdi? Yadınızdadır, gövdə çəkmişdik, bu hissəsi də əsas kökü idi. Demişdik, bilavasitə, bəli, gövdəyə bilə. Bax, həmin bu hissədir, yer kökü. Bax, bu yer köküdür. Yer kökü, əslində biz bilirsiniz, yer köküdür, turpdur, şalğamdır. Biz kökün əsas kökü yeyirik, bitkinin əsas kökünü yeyirik. Bitkinin yerüstü hissəsindən üzvü maddələr axır gəlir, əsas kökü və gövdənin aşağı hissəsinə qida maddələri yığılaraq onları şişkinləşdirir və meyvə kök əmələ gətirir. Baxın. Sualı 2 cür soruşa bilər. Bir deyə bilər ki, meyvə köklər hansı orqanın şəkil dəyişməsidir? Kökün. Bu bir. Yeraltı gövdənin şəkil dəyişməsidir. Meyvə kök kökdür, yoxsa gövdədir? Kökdür. Meyvə kökdə, kök yumrusu da kökdür. Çünki onda da deyir ki, kök küsküyü var, bölünmə, böyümə, ötürücü zonalar var. Yəni kökdür. Yaxşı. Bir də soruşa bilər ki, meyvə kök nədən əmələ gəlir? Əsas kökdən, gövdənin aşağı hissəsindən. Və bir də soruşa bilər ki, meyvə kökdən hansı köklər inkişaf eləyir? Siz bilən, meyvə kökdən hansı köklər inkişaf eləyər, müəllimlər? Yan köklər, müəllimə, bizə Ay, sağ olun, bəli, bəli.
Zəminə müəllimə doğru vurğuladınız. Gövdədən hansı kök çıxır? Əlavə. Bəs əsas kökdən hansı kök çıxır? Yan. Deməli ona görə də deyirik ki, meyvə köklərdən əlavə və yan köklər inkişaf edir. Aydındır müəllimlər? Bu belə. Müəllim, Bəli. əlavə gövdədən çıxırdı da. Bəli, Əlavə kök. bəli, bəli. İndi gövdə deyil axı, bu köktür. Yox müəllimə, baxın, meyvə kökün əmələ gəlməsində gövdənin aşağı hissəsi iştirak eləyir. İndi bura baxın, Vüsalə müəllimə, bu sizə tam aydın olacaq. Baxın, qaydaq bura. Hə, bizə kök orada qaldı. Yadınızdadır müəllimə, kökdə qaldı o. Mən bax, bilirsiniz nəyə deyirəm? Bir dənə kökün şəkli var idi orada. Belə bir şey var idi. Baxın, gövdənin yuxarı hissəsi. Sonra çəkdim ki, bu da əsas kök. Buradan da çıxmışdı əlavə kök, yan köklər. Yadınızdadır? Gövdədən inkişaf eləmişdi əlavə. Bu şəkil düşdü yadınızda Vüsalə müəllimə. Ay, indi baxın, deyirəm meyvə kökün əmələ gəlməsində gövdənin aşağı hissəsi. Gövdənin aşağı hissəsindən hansı kök inkişaf eləyib? Baxın, əlavə kök. Bəli, bir də əsas kök. Əsas kökdən də hansı kök çıxıb? Yan kök. Ay, sağ olun. Aydındır? Aha, Hə, müəllimə, çox güman. oldu. Aydındır, Bəli, bəli müəllimə. Bəzən bu qabıqlılığı deyil, o məsəl üçün deyir yer kökünün üzərində Aha. dedik ki, əlavə yan köklər Yan, çıxır. yalnız yan Yan kök. köklərin üzərində əlavə köklər inkişaf eləyə bilməzlər. heç Xeyr, vaxt. müəllimə, heç vaxt. Əlavə kök yalnız kökdən inkişaf eləyən köklər, üzr istəyirəm, gövdə və yarpaqdan inkişaf eləyən köklər əlavə köklərdir. Bəli. Sonraki Deməli, yer kökünün üzərində Bəli. yalnız yan orada kök, yan kök. yan kök, bəli. Gövdədən də əlavə köklər, bəli. Yəni əlavə və yan kök, gövdənin aşağı hissəsindən əlavə kök, yer kökü onsuz da meyvə kökdür da. Meyvə köklərdən əlavə və yan köklər çıxır. Keçirik kök yumrusuna. Kök yumrusu da yenə kökün şəkil dəyişməsidir. Çünki o kökdür. Onun üzərində də kök küsküyü var, bölünmə zonası, böyümə zonası, sorucu zona, ötürücü, yəni kökə oxşuyur, gövdə deyil. Kök yumrusu da yenə ehtiyatda maddəsi toplayan köklərdir. Bu dəfə kök yumrusunun əmələ gəlməsində əlavə və yan köklər, yəni əlavə və yan köklər şişkinləşərək kök yumrusunu əmələ gətirir. İndi sizə sual versələr ki, yaxşı kök yumrusundan hansı köklər inkişaf eləyir desələr, biz bilirik ki, əlavə kökdən də yan kök çıxır, yan kökdən də yan kök çıxır. Ona görə deyirik ki, kök yumrusundan inkişaf eləyən köklər yalnız yan köklər olacaq. Kök yumrusuna misal göstərik. Qaymaq otu, Georgin və yaxud da onun başqa adına deyirlər soğan gülü, bir də batat və ya şirin kartof. Batat və ya şirin kartofu da kök yumrusuna əlavə deməli aid eləyirik. Deməli müəllimlər, dedik ki, bunlar oldu kökün nəyi? Yeraltı şəkil dəyişmələri. Yaxşı, bəs gövdənin yeraltı şəkil dəyişmələrinə nəyə misal göstərə bilərik? Gövdənin yeraltı şəkil dəyişmələrinə aiddir kökümsov gövdə, soğanaq gövdə, gövdə yumrusu və bir də soğanaqlı yumrulu. Bunlara isə biz deyirik gövdənin yeraltı şəkil dəyişmələri. İndi gəlin birinci baxaq, məsəl üçün kökümsova. Kökümsov haqqında danışaq görək. Kökümsov gövdənin yeraltı şəkil dəyişməsidir deyirik. Baxın, kökümsov gövdələr, adına baxın, kökümsov deyirik. Yəni kökün torpağın altında olub adətən ilk baxışdan kökə oxşuyur. Amma o kök deyil, o gövdədir. Gövdənin şəkil dəyişməsidir. Çünki kökümsov gövdələrdə kökdə olan şeylər olmur. Kökümsov gövdələrdə gövdədə olduğu kimi deməli, təpə tumurcuğu olur deyirik. Gövdədə olduğu kimi qoltuq tumurcuğu olur deyirik. Gövdədə olduğu kimi onun üzərində də yarpaqlar olur. Lakin bu yarpaqlara biz pulcuq şəkilli yarpaqlar deyirik. Yəni kökümsov gövdələrdə də buğum olur, buğum arası olur. Deyirik ki, təpə tumurcuğu olur, qoltuq tumurcuğu olur, pulcuq şəkilli yarpaqlar olur, əlavə kök olur. Çünki biz demişdik ki, gövdədən çıxan köklər
əlavə köklərdir. Deməli görürsüz burada yoxsa bölünmə, böyümə zonası, ötürücü, sorucu zona, kök üsküyü olmur. Ona görə biz onlara kök demirik. Məsəl üçün baxın incitçəyi bitkisinin torpağın altında olan kökümsovuna baxın. Uzun kökümsov uzanır, təpə hissəsində yerləşir. Təpə tumurcuğu, pulcuq şəkilli yarpaqlar olur üzərində. Yarpaqların qoltuğunda qoltuq tumurcuqları olur. Əlavə köklər inkişaf eləyir. Deməli ona görə də biz buna nə deyirik? Gövdənin şəkil dəyişməsi deyirik. Buğum. Çayır, giditkan da Bəli, var, bəli, belə. bəli. İndi sayırım. Baxın, çayırdı, qamışdı, qarğıdı, ayrıqotudur, inci çiçəyidir, süsəndir, gicitkandır, dəvədəbanıdır. Bəli. Bunlara deyirik kökümsov ki, bax yazıb burada da. İnci çiçəyidir, çayır, ayrıqotu, süsən, əsmə bitkisi, dəvədəbanı, gicitkan bitkisi. Bax bunların kökləri kökümsov gövdədir. Burada da ehtiyat qida maddələri toplanır. Oradan da əlavə köklər çıxır dedik. Onun da torpağın altında olmasına baxmayaraq təpə tomurcuğu var. Təpə tomurcuğundan gövdənin yeraltı uzana gedir. Yeraltı gövdəsi inkişaf eləyir. Qoltuq tomurcuqlarından isə baxın, məsəl üçün yerüstü gövdə çıxıb. Baxın, yuxarı hissəyə, inci çiçəyə çıxıb. Siz görmüsünüz çayır torpağın altından dartdıqca çıxır. Bax o çıxan onun kökümsov gövdəsidir yerin altında. Və yarpaqlar da yeraltı yarpaqlar şəklini dəyişmiş pulcuq şəkilli yarpaqlardır. Gövdə yumrusu dedikdə müəllimlər, baxın misallar kökümsova yazıb burada. Gövdənin şəkil dəyişmələrindən biri də gövdə yumrusudur. Gövdə yumrusunda da yenə biz deyirik ki, torpağın altında stalon adlanan yeraltı zoğlar olur. Həmin stalonların, məsəl üçün kartovda olduğu kimi yeraltı zoğların ucunda bitkinin yerüstü hissəsindən fotosintez nəticəsində axıb gedən üzvü maddələr həmin stalonların ucunda şişkinləşərək kartova, gövdə yumrusuna çevrilir. Yeraltı gövdə yumrusuna misal göstərirsiniz kartovu, yer armudunu. Yer armudunun başqa adı topinamburdur. Topinambur mürəkkəbçəklər fəsləsinin nümayəndəsidir. Meyvəsi toxumcan meyvədir. Yerüstü gövdə yumrusunu isə misal göstərmək olar. Kələmin sortlarından biri olan kohlrabi kələmini. Deməli, kohlrabi kələmində yerüstü gövdə yumrusu var. Amma yeraltı gövdə yumrusu kartovla topinamburdur və yaxud da yer armudu da deyirik. Sonra bunlarda da yenə buğum var, buğum arası var, əlavə kök var, tumurcuq var, təpə tumurcuğu və s. Kartova fikir vermişsinizsə, kartovun təpə hissəsində təpə tumurcuğu var, qoltuq tumurcuqları var. Yəni ona görə də biz onlara, məsələn, kartovda da qabıq qatı var, kambi var, oduncaq var, özək var, təpə tumurcuğu var, qoltuq tumurcuğu var. Ona görə də biz ona gövdənin şəkil dəyişməsi deyirik və ilk dəfə olaraq kartof bitkisini İngiltərəyə Drake gətirib deyirik. Və bir şey də qeyd edək ki, ilk öncə onun biz bilirik ki, kartof adımcançəklər fəsləsinin nümayəndəsidir və meyvəsi gilə meyvədir. İlk vaxtlar gilə meyvələrindən istifadə edib zəhərlənmə baş verdiyinə görə onun əkilməsi qadağan olunmuş. Daha sonra isə stalonların ucunda olan o gövdə yumrularından istifadə etmişlər və onun qiymətli bir bitki olduğunu anlamışlar. Yeraltı gövdə şəkil dəyişmələrindən biri də soğanaqdır. Soğandır, sarımsaqdır. Sonra dağ laləsidir, hiyasintdir, nərgizdir, zambaqdır, qaz soğanıdır. Baxın, qarğa soğanı kökümsovdur. Qarğa soğanı kökümsovdur, dəvədəbanı kökümsovdur. Amma qaz soğanı, soğan, sarımsaq, bunlar soğanaqlı bitkilərdir. Soğanaqlı bitkilərdə, baxın şəkildə gördüyünüz bu soğanaq gövdədir əslində. Və soğanın yeraltı qısa gövdəsinə dipcik deyirik. Dipciyin aşağı hissəsindən inkişaf edən köklər saçaqlı köklərdir. Dipciyin təpə hissəsində yerləşən tumurcuğa gövdə daxı balaca gövdə deyirik təpə tumurcuğu. Baxın burada fikir verin. 5 rəqəmi ilə göstərilən təpə tumurcuğudur. Və təpə tumurcuğundan soğanın yerüstü gövdəsi inkişaf eləyir. Soğanda iki cür yarpaqlara rast gəlinir. Yəni belə deyək də, pulcuq şəkilli yarpaqlara rast gəlinir. Yəni yarpağın şəkil dəyişməsi də var. Və pulcuq şəkilli yarpaqlar bir var, quru pulcuqlar xaricdən soğanı örtür, qabığı və onu xarici təsirlərdən qoruyur. Bir də var ətli pulcuqlar. Ətli pulcuqların qoltuğunda isə 6 rəqəmi ilə göstərilən qoltuq tumurcuqları yerləşir və bu qoltuq tumurcuqları isə yenə də deyir ki, əlavə yarpaqlanmada iştirak edir deyirik və bir də qeyd edeyim ki, ətli pulcuqlar, yəni soğan biz bilirik ki, kartof nişasta ilə zəngindir, hətta nişastanın təyin edicisi yoddur. Soğanda isə deyək ki, şəkərlə zəngindir.
yəni suda həll olunmuş şəkər və üzüm maddələrə rast gəlinir deyirik həmin soğanağın tərkibində. Deməli, quru pulcuqlar soğanağı müdafiə eləyir. 1 rəqəmi ilə göstərilən quru pulcuqlardır. 2 rəqəmi ilə göstərilən ətli pulcuqlardır. Pulcuqlar yarpağın şəkil dəyişməsidir. 6 rəqəmi ilə göstərilən qoltuq tumurcuqlarıdır. Yarpaqların qoltuğunda yerləşir. 5 rəqəmi ilə göstərilən təpə tomurcuğudur. 3. Soğanağın qısa, nazik gövdəsidir, ona dipcik deyilir. Və aşağıda 4 rəqəmi ilə göstərilən isə dipcikdən çıxan saçaqlı kök sistemidir deyirik. Bax, bunlar oldu müəllimlər gövdənin və kökün yeraltı şəkil dəyişmələri. İndi gəlin burada da şəkillərdə də diqqətlə baxın. Yenə eyni qayda ilə quru pulcuqlar, ətli pulcuqlar, dipcikdir, təpə tomurcuğudur. Hamısı burada əslində qeyd olunub deyirik. Keçək, deməli, yerüstü şəkil dəyişmələrə keçək müəllimlər. Yerüstü şəkil dəyişmələrə, bu bakteriya yumurcuqları həmin o paxlalı bitkilərin köklərində yumrucuq bakteriyalardır, nedositlərdir, yan köklərdə yerləşirlər. Kökün şəkil dəyişməsinə də aid edirlər bunları. Havadakı sərbəst azotu mənimsəyərək bitkinin ala biləcəyi, qəbul edə biləcəyi vəziyyətə salırlar. Zoğun və deməli, ümumiyyətlə belə deyək, yeraltı şəkil dəyişmələri bildik. Keçək bitkinin yerüstü şəkil dəyişmələrinə. Yerüstü şəkil dəyişmələri isə biz misal göstəririk nəyi? Məsəl üçün, yerüstü şəkil dəyişmə dedikdə, belə bölək də gəlin. Bir var kökün yerüstü şəkil dəyişməsi, bir var gövdənin yerüstü şəkil dəyişməsi. Bir də var yarpağın yerüstü şəkil dəyişməsi. Məsəl üçün, gəlin birinci baxaq kökün yerüstü şəkil dəyişməsinə. Və belə bir şey qeyd edeyim ki, ümumiyyətlə, deməli, məsəl üçün, deyək ki, bir də bunu dedim da mən kök yumurlarını dedik. Burada bir dənə kök yumurlarını qeyd etdim. Kökün o yeraltı şəkil dəyişmədir. Bunlar yeraltı şəkil dəyişmədir. Bu heç. Bir də biz burada slaydda olmalıydı əslində. Bir dəqiqə qoy mən onu tapım. Baxın, deyir ki, bitkinin yerüstü şəkil dəyişmələrini, zoğun da yerüstü şəkil dəyişməsi var, yarpağın da bunu axtarırdım. Bir də əlavə köklərin də, yəni əlavə köklər də yerüstü şəkil dəyişmə əmələ gətirə bilirlər. Zoğ, yarpaq və eyni zamanda yerüstü şəkil dəyişməni əlavə köklər də əmələ gətirə bilir deyirik. Məsəl üçün, kökün yerüstü şəkil dəyişmələri dedikdə nəyə misal göstərmək olar? Baxın, tənəffüs kökləri. Məsələn, söyüd bitkisinin yan kökləri tənəffüs etmək üçün torpağın üzərinə çıxırlar və havanın atmosferi ilə tənəffüs edirlər. Və yaxud da banyanın dayaq kökləri, əlavə köklər. Budaqdan sallanaraq torpağa dəyir və banyan ağacının dayaq direkt rolunu oynayır. Və yaxud da səhləbin hava kökləri. Yağış suyunu udaraq müəyyən şəraitdə bitkinin yaşaması üçün əlverişli şərait yaradır deyirik. Bundan başqa məsəl üçün müəllimlər misal göstərə bilərik. Yarpağın və eyni zamanda gövdənin yerüstü şəkil dəyişmələrinə. Gəlin onlara baxaq. Baxın, birinci deyək ki, yarpaqda, məsəl üçün, yerüstü şəkil dəyişmələrə misal göstəririk. Dedik ki, zoğda, yarpaqda və bəzən əlavə köklərdə də ola bilir. Məsəl üçün, ehtiyat qida maddəsi toplama. Birinci gəlin buna baxaq. Ehtiyat qida maddəsi toplama dedikdə, məsəl üçün, bir var yarpaqda, bir də var gövdədə ehtiyat qida maddəsi toplama. Yarpaqda ehtiyat qida maddəsi toplama deyəndə deyirsiniz, bir var kələmin alt yarpaqları, bir də var soğanın, baş soğanın yarpaqları. Baş soğanın. Bunlarda ehtiyat qida maddəsi toplanır. Kələmin üst yarpaqlarında demişdik ki, fotosintez gedir, onlar yaşıl olur. Alt yarpaqlar bir qədər ağ rəngdə olur, onlarda ehtiyat qida maddəsi toplanır. Bir də baş soğan. İkinci, gövdədə isə ehtiyat qida maddəsi toplama artıq biz bildik ki, ümumiyyətlə gövdədə ehtiyat qida maddəsi toplanır, amma yarpaqda kələmin alt yarpaqları və baş soğanı əsasən, yəni yarpaqda bunları götürürük. Ehtiyat su toplama dedikdə isə müəllimlər, biz bunlara sukulent bitkilər deyirik də. Sukulent bitkilər. Axşamınız xeyir, Sveta müəllimə. Axşamınız xeyir müəllimə. Müəllimə, hardasınız? Müəllimə, Allah başınıza xeyir. Yaxın adamın hüzürü düşür. Allah. Neçə indi gəlib çıxmışam. Allah rəhmət eləsin müəllimə. Elə bildim nə, mən sizə yazdım. Dedim, yəqin başınız qarışıqdır, cavab yazmadınız deyənə. Müəllimə, indi gəlmişik. Bəli. Allah rəhmət eləsin müəllimə. Tək xeyir işlərdə olasınız. Cənnətdir, çox sağ olun.
Yaxşı oldu müəllim. Amma darıxmışdıq sizdən ötürü. Arzu müəllimənin də hüzünü düşübdü. Arzu müəllimə yazdı cavab. Siz yazmadınız. Nigaran qaldım. Görəsən nə olub? Müəllimə, elə o gündən elə dərsdən çıxıb getmişəm. Həftənin 3-cü gündən indi gəlib çıxmışam evə. Hə, tək sağlıq olsun müəllimə. Allah rəhmət eləsin öyle. can. Ölənlərinizə rəhmət. Amin müəllimə. Hə, çox sağ ol. Mən də sizə darıxmışdım valla. Hə, olsun müəllimə. Çox sağ ol. Dəyərlisiniz bizim üçün. Həmişə burada olun. Sizə də mənim üçün dəyərlisiniz. Çox İndi sağ ol. inşallah başdan baxaram. İndi tək baxaram, İnşallah müəllimə. başdan baxaram. İnşallah, inşallah. Deməli, ehtiyat su toplama deyəndə müəllimlər, məsəl üçün sukulent bitkilər, dedik ki, gövdəsində ehtiyat su toplayan kaktusla Afrika südləyənidir. Yarpağında ehtiyat su toplayan isə götürəcək aloe, aloyanın başqa adı əzva idi. Bir də agava. Aloe'da bax şəkillər də var. Kaktusla Afrika südləyəninin şəkilləri də var. Bir də aloe ilə agava da yarpaqlarda ehtiyat su toplayır. Sonra deyirik ki, məsəl üçün, deməli, burada var idi, məsəl üçün, bığıcığa çevrilmə var, tikana çevrilmə var. Məsəl üçün, götürək, tutaq ki, heyvanlar tərəfindən yeyilməsinin qarşısını almaq üçün tikana çevrilmə. Gövdəsi tikana çevrilmə, cır armuddur, murdarçadır, yemişəndir, göyəmdir. Yarpağı tikana çevrilmə, məsəl üçün, zirincdir, ağ akasiyadır, kaktusdur, burada yarpaq çevrilir. Və yaxud da bığıcığa çevrilmə demişdik. Məsəl üçün, üzümün, yemişin, qarpızın, boranının gövdəsi bığıcığa çevrilir. Noxudun, lərgənin yarpaqları. Biz demişdik ki, noxudda, lərgədə cüt lələkvari mürəkkəb yarpaqları idi və qeyd etmişdik ki, cüt lələkvari mürəkkəb yarpaqların uç hissəsi bığıcığa çevrilir və bığıcığa çevrilmədə nəyə lazımdır dedik? Bu da mexaniki toxuma zəif inkişaf etdiyi üçün bitkini dayağa söykəmək üçün, yəni dayaq üçün rol oynayır dedik. Bundan başqa var müəllimlər, məsəl üçün biz götürdük ehtiyat qida toplama kələm dedik. Bax burada kaktus, zirinc, akasiya yazılıb. Hə, suyun buxarlanmasının qarşısını almaq üçün məsəl üçün şamlarda iynəyə çevrilib, sərvlərdə pulcuğa çevrilib. Bir var, yerüstü pulcuğa çevrilmə. Yerüstü pulcuğa çevrilmə sərvlərdədir. Bir də var, yeraltı pulcuğa çevrilmə. Məsəl üçün, bayaq saydığı yeraltı pulcuq soğanda idi, sarımsaqda idi, nərgiz bitkisində idi, inci çiçəyində dedik ki, yarpaqlar pulcuq şəkillidir. Bax, bir var, yeraltı pulcuq, yarpağın pulcuğa çevrilməsi. Bir də sərvlərdə yarpaqlar pulcuğa çevrilib, yerüstü pulcuq. Suyun buxarlanmasının qarşısını almaq üçün şamlarda iynəyə, sərvlərdə isə nəyə çevrilib dedik? Pulcuğa çevrilib dedik. Bundan başqa bığıcığı dedik. Deməli, bığıcıq gövdədə üzüm, qarpuz, yemiş, boranı bunlarda dedik. Bir də bir şey burada mən qeyd edeyim. Bax, burada müəllimlər, bax, çiyələk bitkisinin məsəl üçün gövdəsi bığıcığa çevrilib. Düzdürmü? Çiyələyi idi. Bir də təzə kitablarda hansı bitki idi? Qaymaq çiçəyi. Qaymaq çiçəyi. Çiyələk bitkisi, bir də qaymaq çiçəyinin bığıcıqları eyni zamanda vegetativ çoxalmada iştirak edir. Yəni, qarpuzdur, yemişdir, üzümdür, bunlar iştirak eləmir. Amma çiyələklə qaymaq çiçəyinin gövdə mənşəli bığıcıqları bitkinin çoxalması üçün uyğunlaşıb. Yəni, vegetativ çoxalmada nə edib deyirik? İştirak edib deyirik. Bir də müəllimlər, indi inşallah təkamülü keçəndə, bunların hamısını əzbərləmək lazımdır. Nəyə görə? Məsəl üçün, biz təkamülü keçəndə orada sizdən divergensiya, konvergensiya ilə tanış olacağıq. Orada analoji və homoloji orqanlardan danışacağıq. Homoloji orqanlar, homologiya, müvafiqlik, razılaşmaq deməkdir. Yəni, homoloqa eyni deməkdir. Məsəl üçün, divergensiya deyəcək ki, divergensiya həyat şəraitinin fərqli olması nəticəsində eyni mənşəyə malik olan canlılarda fərqliliyin meydana gəlməsidir. Və homologiyada nə deməkdir? Mənşəyi eyni, quruluşu və funksiyası fərqli olan orqanlardır. Konvergensiya isə həyat şəraiti eyni olduqda müxtəlif heyvanlarda oxşar uyğunlaşmaların meydana gəlməsidir. Analogiyada yenə mənşəyi müxtəlif, quruluş və funksiyası eyni olmaq deməkdir. Məsəl üçün, bax, orada bunlar bizə lazım olacaq hamısı. Ona görə bunları tam əzbərləyib, sonda görürsünüz, məsəl üçün, təkamül təlimi artıq sizə bir qədər rahat olacaq. Həm xronoloji cədvəl, həm də bax bu hissələr. Məsəl üçün, biz deyəcəyik ki, noxudun bığıcığı. Noxudun bığıcığı nə idi, müəllimlər? Yarpaq mənşəlli idi. Funksiyası nə idi? Dayağa dırmaşdırmaq. Deyəcəyik ki, noxudun bığıcığı ilə, məsəl üçün, deyəcəklər sizə kaktusun tikanları. Noxudun bığıcığı yarpaq mənşəlidir. Kaktusun tikanları nədir bəs? Kaktusun tikanları...
yox, kaktus, zirinç, ağakasiya yarpaqda axı, o da yarpaq mənşəlidir. Bax, noxudun bığıcığı ilə kaktusun tikanları deyəcək ki, homoloji orqanlardır. Çünki yarpaq mənşəlidir. Mənşəyi eyni, quruluşu və funksiyası fərqlidir. Amma məsəl üçün deyəcəklər ki, sizə kaktusun tikanları ilə tutaq ki, göyəmin tikanları və yaxud da yemişənin tikanları. Bunlar da olacaqdır analoji orqanlar. Çünki kaktusun tikanları yarpaq mənşəlidir, amma yemişəyin tikanları gövdə mənşəlidir. Mənşəyi fərqlidir, amma quruluşu və funksiyası eynidir. İkisi də qoruma, ikisi də suyun az buxarlanması funksiyası da həyata keçirilir. Bax, bu hissələrdə müəllimlər, ona görə bizə orada lazım olacaq. Növbəti gəlirik digər şəkil dəyişmələrdən biri olan ən sonuncu cücü ilə həşəratla qidalanan bitkilərə ki, bunlar da azot az olan torpaqlarda yaşadıklarına görə azot olan tələbatı ödəmək üçün nə etmişlər? Bunlar uyğunlaşmışlar. Həşəratla, yəni azot olan tələbatı ödəmək üçün bunlar həşəratla qidalanırlar. Deməli, bunlara aiddir, məsəl üçün, misal göstəririk, milçək tutan bitkisidir, nepentesdir, nepentesin başqa adı küpə otudur, şeh çiçəyidir, qovuqlu bitkisidir. Məsəl üçün, gəlin baxaq, bax, şeh çiçəyi budur. Şeh çiçəyi bitkisinin, siz fikir verin onun yarpaqlarına. Yarpaqlarında xüsusi çıxıntılar var, müəllimlər, uclarında sanki şeh olan, ad deli oradan götürülmüşdür. Ucunda sanki şehlər olan, yəni yapışqanlı bir belə deyək də, damcıları olan bir bitkidir yarpaqlarında. Bir tükcüklər şəklində çıxıntılar var da yarpağın üzərində və həşərat da onu görür, gəlir oradan ora yapışır və başlayır həşərat ora yapışır və bitki də ondan qidalanmağa. Milçək tutan bitkisində isə görsünüz yarpağın ayası, kənarları sanki mişar kimi bir-birinə birləşmək qabiliyyətinə malikdir və həşərat gəlib ora düşəndə o ayalar bir-birinə bağlanır və həşərat qalır orada, bitki onu həzm eləyir. Nepentes və ya küpotu budur, baxın müəllimlər. Nepentes və ya küpotu budur və yarpağın, bitkinin yarpağının ucu. Bax, yarpaq belə uzanır, yarpağın ucunda küpə əmələ gəlir bu cür. Yəni küpəsi yarpağın ucunda əmələ gəlir və üstündə də qapağı var, fikir verirsinizsə. Küpənin kənarından da həmişə deyir, şirə tökülür. Həşərat gəlib o şirəyə deməli aldanır, gəlir ora keçən kimi qapaq bağlanır. Həşərat qalır onun içərisində və həzmə uğrayır. Sonra burada var qovuqlu bitkisi. Qovuqlu bitkisinin də deyir ki, yarpağın ucu küpə şəkilli qovuqlar var yarpağın ucunda. Yarpaq uzanır nazik tük kimi. Deyir, nazik yarpaq tük kimi uzanır və həmin uzanan tük şəkilli yarpağın ucunda küpə şəkilli deməli nektarı olan belə deyək də qovuqlara rast gəlinir deyir və onlar həmin qovuqlar da bitkini həşəratları cəlb eləyir və həmin həşəratlar vasitəsilə qidalanır. Yəni qovuqlar harda əmələ gəlir deyənə deyirik, yarpağın ucunda. Bir də burada maraqlı bir şey var testlərə düşən. Azərbaycanda rast gəlinir qovuqlu bitkisinə, Gəncə ərazisində rast gəlinir. Belə deyək də, bitkinin 2 dənə vegetativ orqanı var. Məsəl üçün, sual düşə bilər ki, hansı örtül toxumlu bitkidir ki, 2 dənə vegetativ orqanı var? Bitkinin kökü yoxdur, müəllimlər. Bir dənə yarpağı var, yarpağı. Bir də gövdəsi var. Yəni, bitkinin 2 dənə vegetativ orqanı var. Bitkidə kökə rast gəlinmir. Suyun üstündə sanki üzən formada olur. Bir gövdəsi var, bir də yarpağı var. Yarpaqlar da nazik tük şəkillidir və ucunda, yarpaqların ucunda qovuqcuqlar yerləşir deyirik. Bax, müəllimlər, bu qədər. Kökümsov gövdəli bitkilər, inci çiçəyidir, çayır, qamış, qarğı, ayrıqotu, əsmə, dəbədəbanı, gecitkan, süsən, soğanaq, soğandır, sarımsaqdır, zəfərandır, dağ laləsidir, hiyasintdir, qaz soğanıdır, zambaqdır, qarğa soğanı da kökümsova aiddir. Gövdə yumrusu, kartovdur, topinamburdur, başqa adı yer armududur. Ehtiyat su toplayan kaktusdur, Afrika südləyənidir. Ehtiyat su toplayan yarpaqlar, aloedir, başqa da əzvaydır və aqavadır. Gövdəsi bığıcığa çevrilən üzümdür, yemişdir, qarpuzdur, boranıdır, çiyələkdir, qaymaq otudur. Çiyələk və qaymaq otundan vegetativ çoxalmada istifadə olunur. Yarpağı bığıcığa çevrilən noxuddur, lərgədir. Yarpağı tikana çevrilən kaktusdur, zirinçli ağakasiyadır, gövdəsi tikana çevrilən murdarçadır, yemişəndir, göyəmdir, armuddur. Bax, bu da oldu bizim sonuncu deməli dərsimiz. Bununla yekunlaşdırdıq müəllimlər. Çox şükür ki, nəhayət ki çatdıra bildik. İndi siz buyurun,
qaranlıq qalan nə varsa buyurub sual verə bilərsiniz. Müəllimə, bəs aloenin yarpağı tikana çevrilib? Aloedə müəllimlər, aloeyanın yarpağında ehtiyat su mənbəyi yığılıb dedik, sukulent dedik də. Yarpaqlar sukulent deyirik ona. Yox, onu tikana demirik. Kəmal müəllimə, tikana çevrilməni bizim dərslikdə nədirsə o. Kaktus. Şəkillidir müəllimə, kənarları tikan formasındadır. Bəli. Yox, kitabda bax bizə ancaq kaktusdur, zirincdə aqakasiyadır Kəmal müəllim. O üçünü verib. Aloeni biz götürürük sukulent bitki kimi. Yəni yarpağında ehtiyatsız toplayan bitki kimi götürürük. Yəni tikan kimi götürmürük. Kaktus, zirinc, aqakasiya tikana çevrilən bu üçüdür. Bir də qara tikan da deyirlər. Qara tikan bitkisi deyir. Qara tikan bitkisində də yarpaqlar tikana çevrilir. Bəli, bəli.